Kəlbəzərliləri görəndə mən həmişə sevinirəm, ürəyim atlanır. Həm də burada Kəlbəzər tədbirlərində həmişə qələbəlik olur. 2 il bundan əvvəl Ələkbər Sönməzin yenə kitab təqdimatı idi. Burada da yenə çoxlu insanlar var idi. Və Ələkbər Sönməz həm Yazıçılar Birliyinin üzvüdür, Yazıçılar Birliyi tərəfindən Azərbaycan prezidentinin təqaüdünə layiq görülüb. Onun Kəlbəcərlə bağlı şeirləri böyük hissiyat və duyğular yaradır. Və bugün artıq Kəlbəcər azaddır. Azərbaycan ordusu ali komandan başda olmaqla Kəlbəcər azadlığına qovuşub və Ələkbər Sönməz öz doğma kəndi başlı belə gedib, oradan maraqlı da bir veriliş çəkmişdilər. Mən bugün yenidən Ələkbər Sönməzin Qaytara bilsəydim keçən günləri kitabının təqdimatı keçirilir və məmnuniyyətlə Yazıçılar Birliyi bu dəfə də öz Natəvan klubunu qapılarını açdı. Ələkbər müəllimə bizim sonsuz hörmətimiz var. Mən Anar müəllimin də salamlarını çatdırıram. Yazıçılar Birliyinin katibliyi adından da onu təbrik edirəm. Eyni zamanda həmişə deyirəm, onun oğlu Habilin də atasının yaradıcılığına, özünə belə ehtiram göstərməsini mən xüsusi qiymətləndirirəm. Və bugün də obyektiv səbəbdən hələ qonaqlarımızın bəziləri gəlib çıxmayıb, yəqin ki, gələcəklər. Bugünkü tədbirimizi filologiya üzrə fəlsəfə doktoru, bizim Ədəbiyyat İnstitutunun baş elmi işçisi və bu kitabın ön sözünün müəllifi İlham Məmmədliyə verirəm. Tədbirimizi İlham aparacaq. Bir daha hamınızı salamlayıram, xoş gəlmişsiniz. Təbrik edirəm, Ələkbər müəllim. Çox sağ ol. Rəşad müəllim, çox sağ ol. Doğrudan da sən həmişə Kəlbəcər ədəbi mühitinə, böyük hörmətlə yanaşmışsınız. Ümumiyyətlə, Yazıçılar Birliyi burada Kəlbəcərin çox möhtəşəm tədbirləri keçirilib və biz bugün yenidən Ələkbər Sönməzin növbəti kitab təqdimatına yığışmışıq. Ələkbər Sönməz bir insan kimi, deyərdim ki, dupduru o sular kimi. Çox əxlaqlı, mənəviyyatlı, ləyaqətli bir kişidir. Ələkbər Sönməz həm də bu Qarabağ hadisələrinin deyərdim ki, canlı şahidlərinə, simvollarından biridir. Biz bugün həm söz adamının tədbirinə yığışmışıq, bir şair kimi. Mən hələ uşaq idim, Kəlbəcər toylarında, Kəlbəcər şənliklərində aşıqlar oxuduqları şairlərdən biri Ələkbər Sönməz idi. Onun təxəllüsü də qəribət bir çağırış var bu təxəllüsdəki, daim o ilhamı sönməsin, inşallah sönməz. İkincisi də bu Qarabağ hadisələri başlayanda mənfur ermənilərin ən böyük qətliamlar törətdiyi kəndlərdən biri Başlı Bel kəndidir ki, Başlı Bel faciəsi tariximizin ən ağırlı bir səhvəsidir. Və həm də Ələkbər Sönməz o hadisələrin deyərdim ki, həm də bir qəhrəmanıdır. O tariximizin canlı şahididir ki, həmin günlərdə Başlı Beldə yaşanan o ağır məhrumiyyətlər, insanların erməni qırğını ilə dəfələrlə üzrə qalması, Başlı Bel kəhalarında yaşamaq uğrunda mücadilə və şükürlər olsun ki, onların sağ qalmağının da ən böyük əhəmiyyəti odur ki, onlar bugün Azərbaycan ordusunun möhtəşəm qələbəsi nəticəsində ələ keçirilən o daşnaq ermənilərin bugün Bakı şəhərində məhkəmələri gedir. Bu tarixi ədalətin bir təntənəsidir və Ələkbər Sönməz də o məhkəmələrin bir şahidi kimi mən arzulayardım ki, sizi də o məhkəməyə çağırıb bir şahid kimi dindirərlər və o hadisələr siz daha yaxşı bilirsiniz. Bugün də hamı ürəyinin istəyi ilə gəlib bir məqamı qeyd edeyim ki, bugün Azay müəllim Kəlbəcərin hörmətli bir ağsaqqalı rəhmətə gedib, Allah rəhmət eləsin. Cəmaatın böyük əksəriyyəti orada iştirak edirdilər və yolda bir probka yaranıb. Yəqin ki, amma düşünürəm ki, burada Rəşad müəllim dediyi kimi artıq biz məclisimizə başlaya bilərik. Növbətlə ilk sözü mən istəyirəm ki, Kəlbəcər ədəbi mühitinin yetirməsi və bugün təkcə Kəlbəcərdə və Azərbaycanda tanınmış bir şair olan bir Səyyəf Zamanlıya verim. Söz adamı ilə başlayayım və söz növbətlə hər hansı ürək sözünüzü deyin, kitabı müzakirə edəyəm. Kitabın adı mənim diqqətimi çəkdi. Keçən günlərimi qaytararlar, gələn günlərimi qurban verərdim. Ələkbər Sönməzin qaytara bilsəydim keçən günləri. Bu, məsələn deyirlər, hecab vəznində yazılan şeirlərin elə də yüksək olmur, əksinə
heca vəzninə ən gözəl bədii ifadələr işlətmək lazımdır. Əgər şeirdə bədii ifadələr, işlənməmiş ifadələr, deyilməmiş sözlər varsa, o əvəzsiz bir şey. Ələkbər Sönməz özünə məxsus bir insandır, zəhmətkeş bir adamdır. Şeir də, poeziya da zəhmətdən gəlir. Zəhmət olmasa heç bir şey yarara bilməz. Heç kimə pislik eləməyən, sadə bir insandır. Alovlu bir adamdır, cəsur bir adamdır. Erməni girovluğunda qalıb, onları qeyd edib, nə yazmalıydı ki, vətən həsrətli bir insandır, vətənə yazıb. Öz qələmidir, öz nəfəsi, öz səsidir, öz ürəyidir. Heç kimi nə yamsılamır, heç kimi haqqında nə pislik eləmir. Əsas əvvəlcə insan olmaq lazımdır. Alim də olsan, şair də olsan, tənqid də olsan, gərək əvvəlcə insan olasan. Sonra da onlar ardınca gedək. Təbrik edirəm Ələkbər müəllim. Mən kitabını oxumamışam, yəqin ki oxuyacağam. Uğur arzu edirəm sizə. Çox sağ olun. Sağ olun Müsəyyəm müəllim, sağ olun. Abi, xoş gəlmişsiniz. Bayaq mən açılış elədim, dedim. Biz burada bayaq da dedim, Kəlbəcərlərin hər tədbiri keçirəndə, Kəlbəcərlə bağlı insanları mən sizin ürəkdən, səmimi qəlblə iştirak edirəm. Və gün o gün olsun ki, bu tədbirləri də Kəlbəcərdə keçirək inşallah. İndi keçən il Nəsibin yubileyi keçirmək alınmadısa da, gələcək yubileyləri inşallah keçirərik. Buyur İlhan. Çox sağ ol, Rəşad müəllim. Bir məqamı qeyd edeyim ki, Başlıbel kəndi həm də öz ziyalıları ilə tanınır. Bəlkə də deyərdim Kəlbəcərdə ən çox alim çıxan kənd Başlıbeldir. Burada həm söz adamları, həm elmin digər sahələrindən, dəqiq elmlərlə, ölkədə tanınan alimlər də çoxdur. Mən Habil müəllimdən xahiş edəcəm, arada mənə kömək eləsin ki, söz verməyə bu ardıcıllıqla hamı ürək sözünü deyəcək. Belə Ələkbər müəllimin sol tərəfində oturan Arif müəllimdən başlayaq. Mən biraz ədəbiyyatdan uzaq adamam, ola bilər ki, məni belə yaxşı tanımasınız. Bu Ələkbər müəllim bizim uşaqlığımızın vaxtının kumiri idi. Biz balacaydıq, orta məktəbdə də oxuyurduq. Bir də arada toylarda dedilər ki, Ələkbərin şeirlərini oxuyurlar, aşıqlar çalırlar, edir. Aradan biraz keçmişdi, bir neçə il keçmişdi, bir də Ələkbər Sönməz oldu. O vaxt mən hardasa 8-9-cu sinifdə oxuyardım, yəqin ki, beləydi də. Sözümüzə, öz-özümüzə elə baxırdıq ki, bu Ələkbər oldu və niyə sönməz? Bu sönməz nə deməkdir? Hələ o vaxtı başa düşmürdük. O vaxtı aradan bir balacada keçəndən sonra gördük ki, həqiqətən də sönməz nə deməkdir və o şeirlərin axıcılığı, xalqın ruhunda olması, o hamısı yerində olan bir şey idi. Çox gözəl idi. Bizdə həmişə bilirsiniz də, toy olanda gecə saat 12-yə, 1-ə qədər olurdu. Ondan sonra bu azarkeşlər qalırdılar, bir saat 3-ə qədər, 4-ə qədər davam edirdi. Bax onda bu şeirləri sipariş edirdilər. Filan kəsdən də oxu, filan kəsdən də oxu və dastanlar olurdu. Biz də uşaqdıq. Kənardan gəlib oturmağa yer də yoxdur. Amma gecə boşalırdı, çadır boşalırdı. Gəlib orada oturub, baxırdıq, eşidirdik, anında görürdük. Bizim kənddə yazmayan adam azdır, əsasən azdır. Elə belə mənim özümün də bir həvəsim olardı ki, onların hamısını toplayıb bir almanaq şəklində eləməyə, onları bir seçməyə eləməyə ki, yəni bir gələcək düşün. Yəni indi də arzumdur, arzumda durur yerində. Onu eləmək lazımdır və onun birinci yerlərində duranın biri də bizim böyük qardaşımız Ələkbər Sönməz olmalıdır. Həmişə obasına bağlı, elinə bağlı, yerinə bağlı, yurduna bağlı bir insandır. Sözündə də, söhbətində də və hərəkətində də. İndi ədəbiyyat hissəsində o şeirə qiymət verməyə, sizin qarşınızda mən qiymət verməyə bacarmıram, onu siz deyərsiniz. O birisi hissələrdən deyək ki, Ələkbər qardaşımızın ömrünün bir hissəsi elə o Başlıbelin əsirliyində keçdi. Yəni onu 113 günlük qeydilər, amma 113 ilə bərabər 113 gün kimi oldu. Və bu adamlar o 113 günü yaşadılar, iştirakçılar da burada var, oturublar, onlar da yaşadılar. Bu böyük bir tarix oldu.
çox böyük bir tarix oldu, ağır bir tarix oldu. Çünki bir o qədər heç nəsiz bir yerdə yaşamaq, dağda yaşamaq filan etmək o çox çətin bir məsələ idi. Mən bu yoldaşları səssiz qəhrəmanlar adlandırıram özümdə. Niyə səssiz qəhrəmanlar? Əgər bunlar başqa bir dövlətdə hardasa olsaydılar, indi onlar haqqında çox şey yazılmışdı, hamısı tanınmışdı, hamısı haqqında çox şeylər olmuşdu. Amma əfsus ki, bizdə o qəhrəmanlar əksəriyyəti səssizdir. Onlar səssiz gedirlər, onların çoxu da dünyadan köçdü, o səssiz getdilər, amma bir qəhrəman kimi getdilər. Onların biri də bizim hərəkat qardaşımızdır, ilk olaraq o hadisələr barəsində haqqında orada bir şagird dəftərinə yazdığı şeirlər var idi. O şeirdən biz hadisələri öyrəndik, daha doğrusu hadisələri öyrəndik ki, necə baş verirdi, necə baş verir. Sonra bir 28 ili də Mingəçevir ətrafında o yerin həsratı ilə yaşadı. Bu tərəfdən o tərəfə baxdı. Dünən böyük bir tədbir var idi akademiyada. Orada mən bir köhnə kitab haqqında danışdım. Vaxtınız varsa o haqqında da bir danışım. Onu danışmaya deyəcəm niyə danışım. Abxazların bir şair yazısı vardı, Bagrat Şenkuba. O keçən əsrdə yaşayırdı, Sovet yazısıydı. Bir gün Bagrat Şenkubaya deyirlər ki, bir sandıq var, onun sahibi elmi adam olubdu. O sandığı indi açıb, orada əl yazmaları var, onlara baxmaq lazımdır. Biz ona baxıb deyir, bir şey başa düşmədik. Sən o millətdənsən, ona görə də deyir, biz səni ora dəvət edirik. Bu dəvəti qəbul edin, gedir, baxır və ondan sonra onun bir dənə kitabı var idi ki, Axırıncı gedənlər, o kitab Rusçadır, iz uşeçi. Axırıncı gedənlər nə idi? Ruslar Qafqazda axırıncı illər olanda Sovet hökumətindən əvvəl kiçik qayvaları qırıqlar. Onu bilirsiniz. İtiriblər, məhv olubdur və onun nəsillərin biri də Ubıq nəsil olub, Ubıq. Və 1941-ci ildə bir cavan oğlan ölü dilləri öyrənmək məqsədi ilə Leningrad Şərqşünaslıq İnstitutuna qəbul olunubdur, Şərqşünaslıq fakültəsində oxuyubdur və ölü dillərindən məşğul olur. Bilirsiniz ki, birinci böyük ölü dil Latın dilidir, Latın dili deyirlər. Latın dilində indi bu saat bütün yazılar, hərflər, planlar gedir, amma sözlər ifadə olunmur. Və bu adam bununla məşğul olur, 3 il, 4 il Ubıq dilindən məşğul olur, sonra müharibə başlayır, bunu aparırlar müharibəyə. O anasına deyir ki, mənim yazılarıma toxunmayın. Qoy o bir qapalı yerdə olsun, sandıqda olsun, mən gələnə kimi ona heç kim dəyməsin. Bu 44-cü ildə rəhmətə gedir, anası gözləyir, 25 ildən sonra anası rəhmətə gedir. Anası rəhmətə gedəndə onda bu sandığı açmaq məsələsi meydana çıxır. Onu açandan sonra görürlər ki, burada elə yazılar da var ki, bu yazılar həm Rusçadır, həm Arxarçadır, həm başqa dillərdir, amma bunu başa düşmürlər. Bagrat Şenkubanı çağırırlar ora. Bunu araşdırandan sonra bəlli olur ki, o cavan oğlan, hansı ki müharibədə ölübdür, axtarırdı bu millət harda ola bilər, bunların qalıqları gəlib Türkiyəyə çıxır, İldir vilayətində 12 nəfər adam tapır, cəmisi. O 12 nəfərdən bir nəfəri yaşlı adam deyir, hər gün o durub səhər-səhər Qaradənizdən Qafqazı tərəf baxır. Və onların da çox gözəl deyil bir şeiri var idi. O yadımdan çıxdı, artıq bir 30 ildir bəlkə də rəsafdan keçirdi. Onu mən Rus oxumuşdum. Hər dəfədə gözü qalıb Qafqazda və o yarayla yaşayır. O axırıncı kitabın adı da oradadır ki, axırıncı, gedənlərin axırıncısı. Və o adam 44-cü ildə qayıdır, indi qalanlar da hamısı, yəqin ki, Allah rəhmətinə gelir, elə bir nəsil yoxdur. Elə bir günləri biz yaşadıq. Buradan Kəlbəcərə baxıldı, dağlara baxıldı. Bir neçə dəfə oldu, rəhmətlik Əli müəllim var idi, professor əlimizdə idi.
Bu rəhmətə getməmişdən bir il əvvəl mən Gəncədə idim. O tərəflərə bir baxdıq elədik. Dedim, mən çox istəyərəm ki, səndən çıxan o dağın başına qədər çıxa biləm, amma çıxa bilmədik. Rəhmətə getdi, deyib, o tərəflərə baxmaq istəyirdim, dağlara baxmaq istəyirdim. O tərəfə 30 ildir gedə bilməmişəm, ona baxmaq istəyirdim. Bu adamlar onu yaşadılar və ancaq nəticəsi daha müsbət oldu. Biz o günü gördük ki, ora qayıtdıq. Bir neçə dəfə bir yerdə olduq. O kahaları, o ağır günləri, o şəkillər çoxdur, durur. Mənim o şəkillərim də var, o çəkdiklərim. Arada baxır, adam biraz kədərlənir, adam biraz qəhərlənir. Amma ən əsası odur ki, bizim torpağımız azad oldu. İndi Ələkbər qardaş o torpaqlardan yazır, hər gün yazır. Onun qələmi elədi ki, dayana bilmir. Mən elə bilirəm ki, elə hiss edirəm ki, bu çörək yerində deyərim ki, elə oturur yazır. Kiminlənsə danışanda da gedib, qayıdıb yenə də yazır. Allah can sağlığı versin, Allah qələmini möhkəm eləsin və ora bir də gedək. İnşallah. Dəfələrlə. Sağ ol. İndi orada quruculuğumuz var, Allah razı olsun. Sağ olun. Sağ ol. Bu yazılan qalır, Aqillərin dediyi bir sözdür. Həm də bu kitabların dəyəri oradadır ki, aradan ola bilər biz illər keçəndə erməni vəhşiliyi bəzilərini yadından çıxa bilər. Necə ki, 20-ci əsrdə bir neçə dəfə Azərbaycana qarşı soyqırım, türklərə qarşı soyqırım törətmişdilər və biz qardaş erməninə qardaş olub Pakistan, Azərbaycan. Nəysə belə söhbətin məqamı ondadır ki, burada həm elm adamları iştirak edir, söz adamları iştirak edir. Kəlbəcər ədəbi mühitinin tanınmış bir nümayəndəsinə söz vermək istəyirəm. Həm də Kəlbəcərin söz adamlarının təbliğində xüsusi yeri olan Namiq Dəlidağlıya söz vermək istəyirəm. Yəqin ki, Ələkbər müəllimlə bağlı ürəksizdir. Günaydın, değerli dostlar. Mən də hər birinizi salamlayıram bu xoş gündə, bu gözəl məclisdə. 2 il bundan öncə məsələ burada, bu klubda Ələkbər Sönməzin növbəti kitabının təqdimatını keçirdik. Mən orada geniş çıxış elədim, danışdım və qısaca indiki fikirlərimi çatdıracağım. Ələkbər Sönməzin şeirləri ilə uşaq vaxtlarından mayalanmışıq. Biz qonşu kəndlərdə yaşamışıq. Ələkbər Sönməz Başlıbeldə, mən Çovdar kəndində, amma ailəli dostluğumuz olub. Rəhmətlik atası Ələsgər kişi, anası Qızbəsin ana, bir evli olmuşuq. Və təəssüflər olsun ki, həyatın ən amansız bir dövrünə, bir gününə təsadüf elədi. Ələkbər Sönməz öz doğma kəndində, öz doğma ocağında girov ömrü yaşadı. Bu çox ağırdı. Bir vaxt qoyun quzu otardığı örüşdə, azad, sərbəst gəzdiyi yerində, yurdunda, indi qorxa-qorxa düz 113 gün yağı, belə deyim, nəzarətində ömür yaşadı. Və Ələkbər Sönməzin ailəsində 2 şəhid var. Biri mənim əmim qızı Naibə xanım, bir atası Ələsgər kişi. Çox acıdır. 113 gün çətinliklə girov ömrü yaşa və gəlməyə bir məqam, bir fürsət yaransın. Amma yaşı 90'ı keçmiş Ələsgər baba könüllü olaraq yurtdan ayrılmasın. Mən bilirəm ki, illərdir həmən ağrı, həmən dərd Ələkbər Sönməzin ürəyində, içində qövr eləyib və bugün onun bütün misralarına o ağrı, o göynərti, o acı qopubdur. Sözü sənətkarın özündən eşit. Ağızdan ağıza səhv götürərsən. Bəxtəvər günləri idi. Dünyamız belə təlakkümlü deyildi. Və Kəlbəcərdə çıxan Yenilik qəzetinin nəzdində Dəlidağın nəğmələri ədəbi birliyi var idi. Kəlbəcərin söz adamları ora toplaşardı. Bir gün, o vaxt biz Paldırəngi deyirdik, indi Şabalda olan ümumi dəftərimi götürüb xəlvət gəldim həmən birliyə və gəldim. Sönməz Ələkbəri və digər burada dəyərli Mirsəyəf Zamanlı iştirak edir onu və digər söz adamlarını orada gördüm.
Və mənim də mayam həmən adamların şeirlərindən tutuldu. Ələsgər babaya hələ 94-cü ildə dağlar necədir deyib üz tutmuşdum, dağları soruşmuşdum. Və bugün ruhu şad olsun deyə istəyərəm o şeiri də deyim. Və mən inanıram ki, bir gün Ələsgər babadan biz hər hansı bir nişanəni tapacağıq. O, bütövlükdə ailəsinə və onu tanıyanlara böyük bir təsəlli olardı. Ələkbər Sönməzin şairliyi qandan gəlir təbii ki. Ələsgər kişi, Ələsgər baba özü 2 misra şeirlər deyərdi, yadımdadır. Çıx yamaca, yen arxaca. Bizə çox maraqlı gələrdi o vaxtı və təəssüflər olsun ki, sonrakı taleyi hər birimizin qəlbində, ürəyində ağırlı bir iz buraxdı. Bizə bir xəbər ver, Ələsgər baba. Xəbər ver, kimsəsiz dağlar necədir? Yolunu ot basmış tala bulağı bir ildir qəlbimdə çağlar. Necədir? Qayanın köksünə sığınmış o kənd, dağılmış, tapdanmış, yıxılmış o kənd. Yağ əlləri ilə dağılmış o kənd, sökülmüş binalar, tağlar necədir? Qayanın köksünə sığınmış o kənd, talanmış, tapdanmış, yıxılmış o kənd. Yağ əlləri ilə dağılmış o kənd, sökülmüş binalar, tağlar necədir? Əlim torpağına çatmayan məzar, yuxusu dağılmış, yatmayan məzar, həsrətdən sinəsi çatlayan məzar, hər gecə yuxumda ağlar necədir? Evi tikəninə qismət olmayan, barı əkəninə qismət olmayan, zülüm çəkəninə qismət olmayan bağçalar necədir? Bağlar necədir? Bizə bir xəbər ver, ixtiyar qoca, xəbər ver, kimsəsiz dağlar necədir? Ələkbər Sönməz ilhamlı şairdir, təbliğ şairdir. Mən deyərdim ki, əlinə qələm alandan və indiyəcən yazdıqların hamısı əzbərindədir. Böyük yaddaşa malikdir Ələkbər Sönməz. Və bugün bir məqama toxunum ki, təəssüflər olsun ki, Ələkbər Sönməz ədəbi mühitdən, ədəbi tənqiddən müəyyən qədər uzaq qalıb, kənarda qalıb. Şəxsən mən bu günə qədər Ələkbər Sönməzdən umduqlarımın hamısını ala bilməmişəm. Və heç vaxt, heç nə gec deyil, mən elə biləm ki, biraz da Ələkbər Sönməzin mərkəzi ədəbi mühitə yaxınlığı olacaq, ondan çox şeyləri gözləyirik. Var olun bir daha bu günümüzə çox şükür, nə xoş bizim halımıza ki, artıq belə ədəbi tədbirlərimiz Kəlbəcərdə və tezliklə Başlıbeldə də keçiriləcəkdir. Sağ olun, yaradıcılıq uğurlar diləyirəm, var olun. Namik müəllim, çox sağ ol. Bir daha Allah'a şükür edirik ki, torpaqlarımız qayıdıb və Başlıbel şəhidlərinin ruhunu hörmətlə anırıq və mən o Başlıbeldən bir şair dostumun da ruhunu hörmətlə anıram. Vəli Çiçək Dağlı çox istedadlı bir şairimiz idi. Və mən qiyabi təxmin edirəm ki, Qalib müəllim də Vəlilə qardaşdılar. Növbəti söz sizindir, buyurun. Çox sağ olun, İlham müəllim. Mən habilə minnətdarım bildirirəm ki, mənə vaxtında dedi bu da. Keçən nəfəki təqdimatda nəfər olsa mən gəlib iştirak edə bilmədim. Və mən burada Ələkbər Sönməzin desəm ki, oxucusu kimi danışıram, bir yalan olar. Onun dinləyicisi kimi danışıram. Nəyə görə dinləyicisi kimi? Çünki biz göz açanda bu adamların şeirini ancaq şifayə eşidik. İndi ədəbi mühit ifadəsi daha çox işlənir. Kəlbəcər cəmaatı ilə hamısı bir ədəbi mühit. Özdə kənddə toylar keçirilirdi. Bizim kənddə illər təqribən 20 toy olmuşdur. Toylarla daha çox sağlanırdı bu təsərrüfat işlərinin yaxınlaşan vaxtına faizinin gecələrinə. Nəyə görə deyirəm Kəlbəcərin cəmaatı özü bir ədəbi mühit idi? Çünki aşıqlardan istəyirdilər ki, filan şairin təzə bir şeiri var, onu denəm. Əgər onu deməsəydi, aşığa artıq utanardı. Belə bizim şairlərimizdən biri də Ələkbər Sönməz idi, bizim əməliyimiz. Və Ələkbər Sönməzin mənim yadımda qalan o xüsusiyyəti var ki, onun elə sözü yaranandan nəsiyyəti. İndi də o cür davam edir. Qardaşımız dediyi kimi, Sönməzə hər güldən gəlsə bir dəstə, içində olacaq yaxşı da pis də.
söz sənətkarın özündən istə, ağızdan ağıza səhv götürürsən. İndi də deyil, həmişə deyil. Sonra şübhəsiz ki, bizim həyatımızdan qopub düşən 30 il, şükür Allah ki, yaşadıq, sınmadıq, şərəflə yaşadıq. Allah ordumuzu var eləsin, Allah Ali Başkomandanımızı var eləsin. Axır ki, bu şərəfə nail olduq və getdik o torpaqları bir də gördük. Hansı ki, orada Ələkbər Sönməzin özü yox, bütün ailəsi məşəqqətlə üzləşdi və çıxdı. Və bir şey, burada bizim uşaqlığımızı dünyada keçən adamlar var. Mən desəm, belə desəm, yalan olmaz ki, Ələsgər əminin ruhu şad olsun, onun ailəsi cəsur adamlar, qoçaq idi. Heç bir problemin, çətinin qarşısında aciz qalan adamlar deyil. Və onun ailəsinin də bax, o əsirlikdən xilas olub, qaçıb, canını qurtarmanın səbəbkarlığı oldu. Aciz olsaydı, bütünçdə bucaqda sıxışıb qalardı. Sonra Sərməyə Bacı rəhmətlik yaralanır. Güllüyə tuş gəlir. Sağalıq, yəni olub, mənim atamın rəhmətlik köməklə sağalıq çıxıb ortaya. Sonra Ələkbərin sonraki yaradıcılığında da həm Ələkbərə qulaq asanda həmişə elə bilirdin ki, bax, kəndi gəzirsən, o güneyləri gəzirsən. Bu adamda bir xüsusiyyət var, Allah belə yaradır ki, mənlər biləm elə evdə danışanda da bu şeirlə danışır. Hər şeyi şeirlə ifadə eləmək qabiliyyəti var. Bu Allahın bir istedadıdır. Nə şükür ki, bugün yaradıcılığı davam edir. Elə doğrudan da sönməzdir, sönmüyüzdə, bundan sonra da sönməyəcək. Və o ruhən gəzdiyi, bir dəfə bir misrası mənim yadımdadır, deyirdi ki, dağları, daşları sərbəst dolanan olaydı məyərlə səhər yerine. Və yaxud bizim kəndin talan olmağı bu adamın gözünün qabağında olur. Hər şey bir şeirlə təsvir edir, hərəsin bir bəndinə, hərəsin bir misra ilə yazır. Mən sizə uğur arzulayıram. Arzu edirəm ki, qurulda davam edəsiniz. İnşallah mən güman edirəm ki, sizin dinləyiciləriniz, oxucularınızın qəlbində həmişə yaşayacaqsınız. Və arzu edirəm ki, bundan sonra da bu kitablar davam olsun. Bizə yığışaq belə ürək sözlərimizi deyək. Sağ olun. Çox sağ olun. 30 ilə yaxın millətimiz o qaçqınlıq, məcburi köçkünlük ağrısı yaşadı və şükürlər olsun ki, bu müddətdə sınmadıq, dözdük, davam gətirdik. Burada mən Kəlbəcər ədəbi mühitinin xüsusi xidmətini qeyd edirəm ki, cəmaatımızın o birliyində şairlərimiz, söz adamlarımız həmişə millətimizi ruhdan düşməməyə çağırdı, bir olmağa çağırdı, bir qalmağa çağırdı və bu işdən xüsusi bir xidməti olan insana söz vermək istəyirəm. Deyir ki, öldür, haqqını yemə. Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov bu tədbirlərin keçirilməsində həmişə böyük fəallıq göstərib, zəhmət çəkib. Əvvəlim, buyurun. Çox sağ olun, hörmətli İlham müəllim, hörmətli Rəşad müəllim, Kəlbəcərlilər, Başverlər, hörmətli bizim dəyərli şairimiz Sönməz müəllim, mən də Yeni Azərbaycan Partiyası rəhbərliyi adından, Kəlbəcər rayon icra başçısı Azər müəllimin adından və Kəlbəcərin dəyərli ziyalısı Cavid müəllimin salamlarını çatdırıram. Bundan sonra çünki Cavid müəllim özü də Sönməz müəllimin tədbirində iştirak etməli idi. Həm dövlət tədbirində olduğu üçün inşallah dedi özüm telefondan danışa, əlaqə quracaq, danışa, təbriklərini çatdıracaqdır. Və Rəşad müəllim sizə də təşəkkürümü çatdırdı ki, mənim də salamlarımı çatdırdı səbəbdən iştirak etmədiyi üçün. Doğrudan da. Və İlham müəllim gözəl vurğuladı. Doğrudan da Kəlbəcər böyük bir ədəbi mühitdir və bu ədəbi mühitin də formalaşmasında Kəlbəcər şairləri, Dədə Şəmşirdən ibarət bütün şairlərimiz formalaşır və İlham müəllim sağ olsun ki, Azərbaycanda ilk dəfə Kəlbəcər ədəbi mühiti haqqında bir elmi iş yazdı, ortaya çıxdı və Kəlbəcər ədəbi mühitini bir formaya salan bir yazdı, sambalı bir əsər ortaya qoydu ki, bugün həmən o əsərin əsasında Kəlbəcər ədəbi mühitdə inkişaf edir və formalaşır. Doğrudan da Başlıbel kəndi Azərbaycanın Qarabağ dərdini sinəsində daşıyan bir kənddir. Hansı ki, Başlıbel Azərbaycan nəinki Kəlbəcərdə, Azərbaycanda tanınmış ən böyük kəndlərdən biri. Bu kənd ziyalı kənddir, bu kənd övliya kəndidir, bu kənd mədəniyyət kəndidir, bir mədəniyyət beşiyidir. Amma bu kənd buna bir əlavə edildi, bir soyqırım beşiyi. Çünki bu kənd həm də bir Qarabağ dərdini, Qarabağ acısını, ermənilərin əsrlər boyu xalqımıza qarşı apardığı o soyqırım
siyasətini, soyqırım cinayətlərini öz ürəyində, dağında, yarasında, sinəsində daşıyan bir kənddir. Və çox şükürlər olsun ki, 44 günlük vətən müharibəsində, ondan sonra antiterror əməliyyatında Allah şəhidlərimizə rəhmət edək, xalq Müzəffər Ali Baş Komandanın ətrafında sıx birləşərək bu haqq davamımızda qalib gəldi və Azərbaycana bir zəfər yaşatdı və başlı belə ziyarət olundu. Doğrudan da və cənab prezident də Azərbaycanın ermənilərin əsirlər xalqında qarşı aparılan soyqırım cinayətləri haqqında danışdı və başlı bir xüsusi vurğuladı və başlı bir BMT sessiyasında başlı bir cinayət haqqında, ermənilərin orada törətdiyi soyqırım haqqında BMT-nin tribunasında o onlayn konferans vasitəsilə öz məlumatını verdi. Bugün ancaq biz bu 30 il ərzində Kəlbəcəri unutmadıq. Kəlbəcər şairlərinin şeirlərində, Kəlbəcər yazılarında unutmadıq və Sönməz müəllimin şeirlərində unutmadıq. Biz yetişən gənclik Sönməz rəhbərin şeirlərində vətən həsrəti ilə, torpaq həsrəti ilə yaşadıq, fəaliyyət göstərdik. Bugün Kəlbəcər başlı bir həm də şairlər, ziyalılar, elm adamları, məsələn bizə gözəl nümunəsindən biri Aqil müəllim gedir, elə burada gözümüz qarşısında iqtisad elmləri doktoru kimi bir ziyalı yetişdiribdi. Bugün bunların sayəsində onlar tək başlayır, Kəlbəcər Azərbaycana xidmət göstərirlər. Mən də Rəşad müəllim, siz doğrudan da qeyd elədiniz, həmişə bu Anar müəllim başda olmaqla, siz başlanma Kəlbəcərlərə böyük məhəbbətiniz olubdur. Məmməd Aslanı yada salılır, biz Qəmbər müəllim yada salılır. Burada Dədə Şəmşin tədbirləri olur, Bəhmən Vətənoğlu, Sücəyə, Kəlbəcər, Ədəm, bütün tədbirlər orada keçirir və sizin böyüklüyünüzü nədən gördüm? Bir tədbirlərin birində Sönməz müəllimlə burada tanış oldunuz və siz onunla bilirəm ki, çox işlər gördünüz o prezidentin o yazıçıların təqaüdü, digər kitabların, tədbirlərin keçirilməsi və mütəmadi onlarla əlaqə saxladınız. Bu da verilən bir dəyərdir. Çünki Kəlbəcərdə şairlər çoxdur və tək Kəlbəcər, Azərbaycanın çox bölgəsində şairlər çoxdur. Amma siz bu insana xüsusi diqqət göstərdiniz. Bu da Azərbaycan Yazıçılar Birliyi, bu məbədin insanlara, Azərbaycan yazıçılarına, mədəniyyətinə, incəsənətinə verdiyi bir töhfədir. Doğrudan da Sönməz müəllim gözəl insandır, gözəl yazıçıdır, gözəl şairdir, gözəl insandır, həm də dövlətçi bir adamdır. O, bizimlə bərabər o ölkənin ictimai-siyasi prosesini yaxından iştirak edir. Bu, həm torpaq həsrətilə yaşayanda vətən həsrəti şeirlər yazdı və həm də qələbəmizə həzm olmuş cənab prezidentimizə, ulu öndərimizə həsr olmuş böyük şeirlər yazıb ki, bugün o şeirlər bizim seçki, mən sizə bir məlumat verim, Sönməz müəllim bizim birisi Azərbaycan 2024-cü ildə növbədən kənar prezident seçkilərində cənab prezident qalib xalqın qalib nümayəndəsi kimi seçkilərə gedəndə Sönməz müəllimin şeirləri Yeni Azərbaycan Partiyasının tədbirlərində, rayon tədbirlərində, o təbliğatda həmişə öndə gedirdi. Sönməz müəllim də həmişə bizim o sağlamlığını fikir vermədi. Onu dedi ki, mən sizin yanınızda olmalıyam, bizimlə bərabər görüşlərdə iştirak edirdi, təbliğat apardı. Bu da gənclərə, vətənpərvərlik nümunəsini təbliğ edirdi. Doğrudan da o günləri xatırlayırdı ki, biz o 103 gün mühasirədə qalmaq, torpaqlarımızın işğal altına düşməsi və ulu öndərin gəlib xalqı bu bəlalardan xilas etməsi və cənab prezidentin bu zəfəri yaşatmasını izah edirdi. Bu da həm də onun bir ictimai-siyasi fəaliyyəti idi ki, həm şeirləri ilə, həm də öz fəaliyyətindən təbliğat aparırdı. Bugün doğrudan da Kəlbəcər qurulur, artıq bir ildən Kəlbəcərə köç başlayacaqdır. May ayı Kəlbəcər öz doğma sakinlərini qarşılayacaqdır. Bugün Qarabağda və Şərqi Zəngəzurda aparılan qurucu işləri Kəlbəcərdə də gedir. Bugünə şükürlər olsun, bunlar hamısı dövlətimizin öz gücü hesabınadır. Cənab prezidentimiz də həm mədəniyyətimizə, incəsənətimizə göstərdiyi diqqət və qayğı iqtisadiyyatımızda apardığı işlər göz qabağındadır. Bugün də bu sahədə işlər görülür və inanırıq ki, bugün başlı bir partiyasının o cədlatları artıq bugün Azərbaycan məhkəmələrində cavab verirlər. Bugün o şəhidlərin ruhları biraz da miskinlik tapıbdır. Şaddır ki, onlara o cinayət törədənlər Azərbaycan məhkəməsi qarşısında o cavab verirlər. Mən burada başlı bir cəmaatına da öz minnətdarlığımı bildirirəm Kəlbəcərlilərə kimi. Çünki o icma yaratdı və başlı burada bizim dəyərli ziyalarımız Nurəddin müəllim və iştirak edir və onun qardaşı iştirak edir. Onlar o icma vasitəsilə böyük işlərə, uğurlara imza atdılar ki, o başlı belə dəfələrlə səfərlər təşkil etdilər, ziyarətlər təşkil etdilər və bu yaxınlarda da həm də hər il o başlı bir faciəsinin anım günlərini qeyd edirlər, onun işıqlandırılması, dünyaya çatdırılması, tək onun yox, başlı bir ümumi iqtisadi inkişafına bağlı böyük töhfələr verirlər və ona görə sizə də təşəkkürümü bildirirəm. Biz də Arif müəllimizə təşəkkür edirəm. Siz də həm vətənlə bağlı, Kəlbəcərlə bağlı, Vəşlibellə bağlı gözəl
işlər aparırsınız. Qalib müəllim burada iştirak edir, təşəkkürümü bildirirəm. Mən hər birinizə təşəkkür edirəm. İlham müəllimə xüsusi təşəkkürümü bildirirəm ki, siz həmişə Kəlbəcər ədəb müdürünün yanında olmusunuz, Kəlbəcər şairlərini, ziyalılarını təbliğ etmişsiniz. Bugün biz bayaq gözəl söz dedin, doğrudan da bu 30 il ərzində həm də bir Aşıq Şəmşir Mədəniyyət Ocağı formalaşdı ki, Rəşad müəllim də ocağın idarə heyətinin üzvüdür və hər bir Kəlbəcəri ocağın idarə heyətinin üzvüdür və Qəmbər müəllim və Cahad müəllim dövründə Kəlbəcər ədəb mühütünə xüsusi diqqət və qayğı göstərdi. Birləşirdilər, tədbirlər edirdilər, kitabların çapına və bugün də bu ənənə davam edir. Və Cavid müəllim də Sönməz Ələkbərin yaradıcılığına o ocağın böyük diqqəti var. Daim də onun həm maddi mənəvi dəstək göstərir kitabların çapına. Bugün də deyir, mən yenə də yanındayım, salamlarını çatdıram. Bugün bizim tədbirdə həm də Aşıq Şəmşir Ocağının dəyərli ziyalısı, bizim rayon başçısı, hörmətli Azər müəllim iştirak eləyə bilmədi, onun atasını göndəribdi. Bu da Bəhlul müəllim iştirak edir ki, bu da Bəhlul müəllim də Ağdaban soyqırımının şahidi öz atasını, anasını ermənilər orada amansızcasına qətilə yetiriblər, işgəncələr veriblər. Bugün özü iştirak elə bilmədi, Rəşad müəllim deyir, mənim də salamlarım çatır və öz atasını göndərdi ki, bu tədbirdə iştirak edir. Hər birinizə uğurlar arzulayırıq. Ən böyük arzumuz odur ki, Rəşad müəllim, sizinlə birlikdə Kəlbəcərdə, o gözəl yaylaqlarda Kəlbəcər şairlərinin elə Sönməz Ələkbərin yaradıcılığına həsr olunmuş belə tədbirlərdə iştirak edir. Hər birinizə salam. Çox sağ olun müəllim. Aqillər deyir ki, şairlər Allahın sevimli bəndələri olduğundan öncə görümlüklər olur. Rəhbər Sönməz də həm şair olaraq, həm Övliya Ocağının bir nümayəndəsi olaraq bu öncə görünür, mən dəfələrlə şahid olmuşam. İllər öncəsi yazırdı və bu şeiri oxuyanda bu günümüzlə nə qədər səsləşdiyini adam heyrət eləməyə bilmir. Yaz gəlib kösa köçdü, qəlbimdən nələr keçdi, gecə yuxuma düşdü, el vətənə qayıdır. Dostlar yığışır şama, şükür yetişdik kama, əlvida qarğı köma, el vətənə qayıdır. Aşıqlar çala-çala, maşınlar düşür yola, qoşulub durnalara el vətənə qayıdır. Sönməz deyir hər sözüm, qəlbimə verir dözüm, bir gün görəcək gözüm, el vətənə qayıdır, el vətənə qayıdır. Şükürlər olsun ki, el vətənə qayıdır və yaxın vaxtlarda inanırıq ki, bu kərvanlar üzü Kəlbəcərə doğru yol alacaqlar. Və burada mən deyərsəm, biz biraz o qaydaları pozdum. Xanımlar da iştirak edir və Kəlbəcər ədəbi mühitinin tədbirlərində, digər tədbirlərdə fəal iştirak edən xanımlardan Həqiqət xanıma söz verirəm və eyni zamanda xanımların hər birinə söz verməyi planlaşdırıram. Buyurun. Mən istəyirəm cümləmi belə başlayım. 77 yaşlı şairimizin sadəcə 7-ci kitabının bugün təqdimatına yetişmişik. Allahdan uzun ömür, can sağlığı arzu edirəm Sönməz müəllimə, Rəhbər Sönməzə və inşallah gələcək kitabların təqdimatını biz doğma Kəlbəcərimizdə qeyd edəcəyik və təbii ki, Rəşad müəllimin də rəhbərliyi ilə Allah canınızı sağ eləsin. Doğrudan da Kəlbəcər eli mən uşaqlıqdan gözümü açıb elə evimizdə şairlər görmüşəm. Şair Sücayət, şair Bəhmən Vətənoğlu, Qəmbər müəllim və bütün yazarlarımız, Məmməd Aslan, bəli, Məmməd Aslan, çox sağ olun, Həbib müəllim, Məmməd Aslan və ölən, rəhmətə gedən şairlərimizə də mən Allah rəhmət eləsin deyirəm. Bu gün üçün doğrudan da çox kədərlidir ki, bu qədər acılar yaşamış bir insan hələ də yazır, yaradır və o qəlbindəki niskili, o qəlbindəki kədəri bu şeirlərinlə sanki elə bil ki, rahatlıq tapır. Mən Elxan Salahovun kitabında, o Qanlı Kaha kitabında oxumuşam, doğrudan da çox çətin günlər yaşamısınız. Böyük bir səbirlə. Orada ən çox mənə təsir edən o hissəsidir ki, söylür ki, öz yaxınlarını gecə ilə gedib meyidlərini gətirib o kahaların yanında dəfn edilmişlər. Hətta bir qəbri qazmaq üçün 8 saat vaxt sərf edilmişlər ki, gizlənirmişlər ki, bunlar yəni ermənilərin gülləsinə tuş gəlməsinlər. Yəni bu çətinliklərdən çıxmış bir insan kimi, Rəhbər müəllim, mən arzu edirəm ki, siz daha şux, daha gözəl, daha ürək açan şeirlərinizlə Kəlbəcərimizdə belə davam eləyəsiniz, yazasınız və bu qayalarda qalan səs, Kəlbəcərə gedən yollar və bugün də qaytara bilsəydim keçən günləri kitabınızın təqdimatını, inşallah Kəlbəcərə qayıtdıq adlı bir kitabınızın da təqdimatını inşallah doğma Kəlbəcərimizdə edərsiniz.
Və bugün bizim məktəblilərimiz sizin şeirlərinizi biz seçmişik, vermişik. İstəyirəm ki, onlara biz dinləyəsiniz. Gəlin uşaqlar, elə oradan gəlin burada. Bu kitabdan şeirlər seçmişik Habil qardaşımla. İstəyirəm ki, onların arasında qoyacaq şeirlərinizi. Sevinir, ömrümdə nə gözəl gündür ay Allah. Qəlbim fərəhlənir, elə sevinir. Baxdıqca dağların mənzərəsinə, uşaqlar çiçəyə, gülə sevinir. Sevincə dönübdür gözlərdə kədər, çəkdiyimiz zəhmət getmədi hədər. Nigaran ruhları görün nə qədər, yurda dönüb gələn elə sevinir. Hər gün boylanırdı vətənə sarı, ağlayıb çəkirdi o ahu zarı. Əlini göyə tutub indi o qarı, haqqa dua edir, belə sevinir. Çətin günlər qaldı daha uzaqda, xoş günlər gözləyir bizi qabaqda. Yaşayıb yazacaq doğma torpaqda, sönməz qələm alıb ələ sevinir. Qaytara bilsəydim keçən günləri, unudulmaz xatirə yaşadır, ömrümüzdən bir keçən günləri. Axtarıram, saxlamışam təqvimdə, əlimizdən çıxıb qaçan günləri. Tənha yaşamaqdan gəlməzdi xoşum, qonaqlı, qaralı olubdu başım. Vardı atam, anam, bacım, qardaş, arzumuzun çiçək açan günləri. Sevincimdən pay verərdim hərəyə, ulu tanrım bəlkə kömək eləyə. Sönməz deyir öz yolundan geriyə, qaytara bilsəydim keçən günləri. Bilməzsən, gücün çatmadığı daşı götürmə, yıxılsan altından dura bilməzsən. Hər şeyi pulu ilə ala bilsən də, ağlı pulu ilə ala bilməzsən. Tutduğun mövqeyi düzgün seçməsən, silahı öyrənib təlim keçməsən, hər şeyi mükəmməl ölçüb bitməsən, atdığın hədəfi vura bilməzsən. Güvənə bilmirsən, döymə döşünə, sonradan dönərsən el gülüşünə. Əliyinə, keçəni, salma dişinə, elə bəlkə olar ki, qıra bilməzsən. Qəlbində tut, cücət, yaxşı niyyəti, meylini yönətmə, tamaha qəti, Allah bir insana verən qisməti, sən vurub əlindən sala bilməzsən. Göydə ulduz, günəş, ay Allahındır, ondan bizə düşən pay Allahındır. Yer üzündə nə var, say Allahındır, istəsən də sahib ola bilməzsən. Dünyadan köçməyə gələndə əcəl, nə zaman, harada köçürük demə, sönməz deyil, başa yetəndə ömür, bir saniyə artıq qala bilməzsən. Tələsirəm mən. Günləri sayıram ana yurdumda, əkib bitirməyə tələsirəm mən. Nə qədər sağamsa nəsillər üçün fayda yetirməyə tələsirəm mən. Allah, yolda qoyma bu həsrət gözləri, gedim öz elimdə yazam sözləri. Mənfur düşmənlərdən qalan izləri silib bitirməyə tələsirəm mən. Ürəyim yaradı, eyləmirəm car, bilmirəm hələ nə qədər ömrüm var. Həkimimdir, dərmanım dodaqlar, gedib gətirməyə tələsirəm mən. Sönməz çəkir yağları nazarın, kimə eyləyəsən güləy güzarın. Bu vandalların dağıtdığı məzarın üstün götürməyə tələsirəm mən. Zəfər günü 8 noyabr qızıl hərfdə əbədi həcc oldu, qaldı tarixdə. Biz müzəffər ordumuzla birlikdə qeyd edirik şanlı qələbə bugün. Şuşada qaldırdıq uca bayrağı, azadlığa çıxdı vətən torpağı. Kəsildi yurdumdan düşmən ayağı, sevinç var hər evdə, ailədə bugün. Düşmən gözləməzdi bunu heç vədə, möhtəşəm bu qala əlindən gedə. Daha bundan sonra bizim ölkədə bayram günümüzdür hər vədə bugün. Müasir silahla işə yaradı, igid oğulların olan inadı. Sönməzin uçmağa yoxdur qanadı, özün hiss eləyir zirvədə bugün. Zirvələrdə dəmir yumruq. Daş yumruq dəmir oldu,
Çünki dəmir daşı qırır, zirvələrdə dəmir yumruq, şairdə yaradır qürur. Qolunda olsun qüvvəsi, hər tərəfə düşsün səsi, dəmir yumruğun zərbəsi hər silahdan güclü vurur. Bizə çox vururdu zərər, bilmirdi sonları gələr, indi həmin kəsəyənlər qaçıb yuvasına dolur. Azad oldu torpağımız, bu cənnət Qarabağımız, indi bugün bayrağımız Xankəndində dalğalanır. Sönməzəm çatdı axırın, indi yanın yaxılın, erməni kimi paxılın, aqibəsi belə olur. Çox sağ olun, təşəkkür edirik. Məhəmmədiniz də sağ olsun. Maşallah, hamısını əzbər dedilər. Çox gözəl, çox. Adi şey deyil bu qədər şeiri əzbər demək. Mən bir demək istəyirəm, Rəşad müəllim. Deməli, biz Mənaşşəşi Mədəni Quzar İctimai Birliyində layihə şöbəsində işləyərkən biz həmin müəllimlərə bir qərar verdik ki, Kəlbəcər məktəbləri arasında 115 Kəlbəcər məktəbi var o dövrün, hələ mən 2015-ci ildən danışıram. Və Kəlbəcər məktəbləri arasında biz fikirləşdik ki, bunu bir vahid kimi eləyək, Kəlbəcərli şairləri və Kəlbəcər ədəbiyyatı tanıdılması. Və biz bir neçə tədbirlərimizi təşkil edəndə orada ancaq öz şagirdlərimiz, ancaq Kəlbəcərli şairlərin şeirlərini verirdik ki, uşaqlar, yəni məktəbli yaşından tanısınlar ki, Kəlbəcər ədəbi mühitinin yetişdirdiyi şairlərimiz kimlərdir. Və bu gün üçün gənc nəslimizdə yenə yazarlarımız davam edir onların yolunu. Əlbəttə ki, Vüsal Hicran, sonra bir çox gənc şairlərimiz var ki, mən tanıyıram onları. Amma hamısı qələminə qüvvət versin. Onlar da inşallah Mirsəyyah Zamanlının, Ələkbər Sönməzin, Məmməd Aslanın və Qəmbər Qurbanovunun yolunu davam edəsən, Yusif Hüseynin. Mən buna arzu edirəm. İnşallah, davam edin. Sizə təşəkkürünüzü bildirim. Bir daha təbrik edirəm. Üstə mən çıxmalıyam. Sağ olun, var olun. Çox sağ olun. Sağ olun, hamıza təşəkkürlər. Sağ olun. Sağ olun. Ələkbər Sönməzin şeirləri məzun. Rəşad xanım, çox sağ olun. Sağ olun, təşəkkür ederim. Sağ olun. Daha çox Hecaf canında şeirləri. Hesab edək ki, bugün ədəbiyyatda, sosial şəbəkələrdə bəzən baxırsan ki, poeziya ilə bağlı müxtəlif fikirlər səslənir. Ədəbi tərimlərlə istəmirəm başımıza alın. Modernizm deyirlər, sərbəst şeir deyirlər. Təbii ki, əgər şeir sənətkarlıqla yazılıbsa, o alqışa layiq. Ancaq milimlərin tanrı sübutu göstərir ki, forma ilə məzmun çulğalaşmırsa, o şeirin ömrü uzun ola bilməz, bu sənətin ömrü uzun ola bilməz. Rəhbər Sönməzin poeziyasında əsas aparı çıxan mənəviyyatdır, əxlaqdır, zəhmətə münasibətdə, insana münasibətdə hörmətdir. Bu baxımdan düşünürəm ki, Rəhbər Sönməz öz yolunu davam edəcək, Allahın verdiyi ömrü. Növbəti söz üçün dəyərli bir ziyalımıza söz vermək istəyirəm, Mübə Həşimova. Buyurun, müqarla. Çox sağ olun, o söz verdiğiniz üçün. Düzü, mən Arif mənim söz olmasın, ədəbiyyat adamı deyirəm, ona görə çox danışmayacaq, vaxtımız çox. Biz həqiqətən də indiyənə qədər Rəhbər Sönməzin dinləyicisi olmuşuq. Amma indi şükürlər olsun ki, onun oxusuna çevirmişik, Qarı mənim dediyi kimi. İndiyənətən nə olubsa, nələr yaşanıbsa, hamınız bilirsiniz, mən onlara qayıtmaq istəmirəm. Rəhbər mən sizə bundan sonra, bax, bugün nə şükür. Şükürlər olsun ki, heç nəyə baxmayaraq, bugünü Allah təala bizə qismət elədi, bugünü yaşayırıq. Bundan sonraki ömrümüzü belə şad, şadeyin, keyfi-köklü ilə bu Başlıbelin, Kəlbəcərin quruculuğuna, yaradıcılığına bir sərf edəsiniz. Biz də həmişəki kimi sizə baxıb fəxr edirik. Allah sizə uzun ömür, can sağlığı, şərəfli yaradıcılıq arzu edirəm sizə. Sağ olun. Bayaq dedim ki, xanımlara qarşı ədalətsiz olmayacaq. Növbəti sözü Cəmilə Çiçəyə verim. Qeyd edim ki, yəni Kəlbəcərin təbliğində Cəmilə Çiçəyin rolu var. Buyur Cəmilə xanım. Çıxıb ayaqları, Rəhbər müəllim övlad, oğlu yaxınlaşdı, bir söz demək istəyirsiniz. Dedim, istəyərəm ki, elə özü danışsın, biz dinləyək.
Allah uzun ömür versin, can sağlığı versin. Ötən kitabın təqdimatında iştirak eləmişdim. Mən Qarabağ azad olandan sonra özümü toparlayırdım ki, yəni hər dəfə sual verirdilər ki, getdim mi Kəlbəcərə? Deyirdim ki, başım qarışıqdır, amma əslində çalışırdım ki, özümü toparlayım ki, yəni gedəndə o yurtda özümü, necə deyim sizə, ələ ala bilirdi. Amma sonra özümə deyirdim ki, yox, necə, bayaqdan heç torpağımız özümüzdə deyildi. Amma indi şükür Allaha var. Getdim Kəlbəcəri ziyarət elədim. Yəni orada məzarlığı da anamın qədrini axtardım, tapa bilmədim. İnanılmaz elə hisslər keçirdim ki, indi müəllimin o əsrlikdə yaşadıqlarından, yəni mən hiss edirəm ki, bu nə deməkdir. Qarabağ azad olunana qədər mənim də bir neçə cızma qaralarım var, ancaq vətən həsrəti ilə bağlıdır. Amma özümə söz verdim ki, indən belə, yəni Qarabağ azadlığından sonra nə olur olsun, sevgidən yazacağam. Allah qismət eləsin, Əliflər müəllimin də şeirləri indən belə ancaq necə deyim, sevgiyə həsr olunsun. Dönək Kəlbəcərə və orada daima orada yaşayaq. Mən burada bir şey diqqətimi daha çox çəkir. Bəzən görürsən ki, şairlərin övladları olur ki, yəni atalarının yolunu getmirlər, necə deyim, bir o qədər şeirə həssas olmurlar da, yəni yaradıcılığa. Amma mən onu Əliflər Sönməzin oğlunda həddindən artıq hiss elədim. Allah nə deyim, yaradıcılığında uğur versin, uğurlar diləyirəm. İnşallah növbəti kitabının təqdimatı hər kəs kimi mən də arzulayıram ki, doğma Kəlbəcərimizdə olsun. Çox sağ olun. Növbəti sözü Nurəddin Həkimova verirəm. Çox sağ olun İlham müəllim. Təşəkkür edirəm. Mən ilk növbədə Yazıçılar Birliyinin rəhbərliyinə Rəşad müəllim başqa olmaq şərti ilə təşəkkür edirəm ki, Sönməz Ələkbərin ikinci kitabının təqdimatı baş bu zalda mən iştirak edirəm. Allah qismət eləsin, növbətilərində iştirak edək. Mən də ədəbiyyatdan uzaq olduğum üçün çox qısa məzmunda danışacağım. Mən Allah Teala'dan arzu edirəm ki, Allah Sönməz Ələkbərə can sağlığı versin. Bir gün Sönməz Ələkbərdir, bir sayaq zamanlıdır, bizim canlı karçeylərimizdir. Allah dünyasını dəyişmiş şairlərimizə qəni-qəni rəhmət eləsin. Həyatda olanlara Allah can sağlığı versin. Bizim hər birimizin borcumuzdur ki, Sönməz Ələkbəri qoruyub saxlayaq və arzu edirəm ki, növbəti kitabının təqdimatını sizlərlə bir yerdə doğma Kəlbəcərimizdə, digər Kəlbəcərin adlı sanlı şairlərimlə bir yerdə qeyd edək. Allah o günləri bizə qismət eləsin. Allah dövlətimizi qorusun, dövlətçiliyimizi qorusun, şəhidlərimizə Allah rəhmət eləsin, qazilərimizə can sağlığı, ün, açıq ürəklə, fərəh ilə o yerləri ziyarət edə bilirik, gedirik. Bundan böyük fərah nə ola bilər ki? Çox sağ olun, bir daha sizə can sağlığı. Çox sağ olun. Bu 30 il həm də Kəlbəcərin sözü döyüşdü, Kəlbəcər. Və Kəlbəcərdən çox dəyərli insanlar var ki, özün cəmiyyətə çox təqdim eləmədən, öz sakit yolu ilə Kəlbəcəri bizdən daha çox təqdim edir. Belə insanlardan biri Vüqar Sayır. Həm gözəl qələmi olan bir Kəlbəcərlidir, həm də xoşdur ki, Kəlbəcərləri mən burada heç o yerisilik, məhdud bölgəçilik prinsipindən yanaşmıram. Yəni Kəlbəcər Azərbaycanın bir parçasıdır, həm də bütöv Azərbaycan deməkdir. Buyurun, Vüqar müəllim. Çox sağ olun, təşəkkür edirəm. Ələkbər əmini mən çox təbrik eləmişəm. Belə deyək ki, Facebook sosial şəbəkəsində hər zaman izləmişəm, hər zaman oğlu ilə qabil bilir. Yəni, tək bir formada yox, bütün Kəlbəcərlilərimizin yazarlarının hamısı mənim üçün əzizdir, doğmadır, Rövşən müəllim bilir. Hamısı haqqında mənim paylaşımlarım olur, hamısı haqqında mən Ələkbər əmiyə deyim, mən bimar əlinin nəvəsiyəm. Yəni, təqdimat üçün bəlkə də Ələkbər əmi mən bir o qədər tanımır, mən 2006-cı ildən bu təbliğatla məşğulam, Kəlbəcərimizi dünyada tanımaq üçün.
yəni sosial şəbəkəsində əsasən Kəlbəcər şairlərimizdən heç bir nəfəri bu qoymayaraq həmişə təbrik eləmişəm. Allah sizi var eləsin. Təbrik edirəm sizə rəhbərəmi. Birinci səfər iştirak edirəm mən. İnşallah ki, davamlı olaraq hər bir iştirakçıların dediyi kimi Kəlbəcərdə, o gözəl yerlərdə, o gözəl yurdumuzda sizin tədbirlərinizi, digər şairlərimizin tədbirlərini keçirək. Təbrik edirəm sizi. Sağ olun. Və bir daha şükürlər olsun ki, Ələkbər Sönməz başqa bir ziyarət edədi. Ürəyində 30 il yaşatdığı o ağrıları Azərbaycan xalqı ilə bölüşdü. Başqa bir faciəsi ilə bağlı çox sayda əsərlər yaranacaq hələ bundan sonra. O 113 günlük mühasirə elə bir hadisədir ki, yüzlərlə romanlara, povestlərə, poemalara mövzu olacaq. Yəni, insanlığın yaşadığı ən böyük faciələrdən biridir. Başqa bir faciəsinin təbirində rol olacaq xanım, televiziya tanıcımız Vüsal Əməmmədova Ələkbər Sönməzin tədbirində iştirak edir. Növbət sözü Vüsal Əməmmədova vermək istəyir. Teşekkür ederim. Hamını salamlayıram. Ve şair üzr istəyirəm bir qədər gecikməsi oldu. Buna görə bağışlayın. 21-ci əsrin dörddə birini yaşayıb, Kəlbəcərlə, Naxçıvanla görüntülü danışaraq, sonra belə bir tədbirə qoşulanda 32 il əvvəldən başlayırdığında bəzədiyini anlaya bilir insan. Çünki bugünkü reallığımız bizim üçün tamamilə başqadır. Amma baxanda ki, 32 il öncə bu insanlar hamısı mübahisəni verirlər. Burada artıq insanın əlində heç bir müdafiə mexanizmi yoxdur. Onlar ancaq iradələri ilə qalib gələ bilirlər. O mühasirədən iradələri ilə sağ çıxa bilirlər. Və baxanda ki, ədəbiyyat tarixindən necə böyük şairlər keçib, onlar ədəbiyyat tərəfinə yalnız öz talihlərini qoya bilirlər. Amma Ələkbər Sönməz həmin dəfə tək talihliyi yox, həm də tarixini qoyur. Hər yazıcıya qismət olmur, hər şairə qismət olmur ki, yaşadığı tarixi bu qədər doğru, dəqiq faktlarla əks etdirə bilsin və biz həyatda olmayanda da övladlarımız üçün, nəvələrimiz üçün tarixin o unutmayacağımız səhifələrini olduğu kimi əks etdirsin. Və mən bugün çox sevinirəm ki, Habib bəylə içində olmaqla mən bir çox müsahibim arada bir zəng edirdi ki, Müsailə xanım, əsr düşərgəsində sizə danışdıqlarımı bugün məhkəmədə danışdım, səfərçilərin üzrə danışdım. Peki bizim ağımıza hər şey gələr də açdım dedim. Bu qədəri mənim ağıma gəlməz ki, bu real olar. Çünki bəlkələrimizin üstündən o qədər sürətlə illər keçirdi ki, biz sürətlə o zəfərə yaxınlaşacağımızın və onun bu qədər parlaq olacağını səmimi etiraf edirəm. Mənim müsahiblərimin bir gün separatçıların üzünə məhkəmə zalında yaşayacaqlarını danışmaları, haqq tələb eləmələri, hüquqlarını tələb eləyəcəkləri bu qədər dağılıma gəlməsi və mən buna görə çox məsudam, çox xoşbəxtəm ki, bütün bunlar yaşanıb. Elə buna görə də sizə yenə üz tutacağım və bir daha sizi təbrik edəcəm. Keçən dəfəki kitab təqdimatınızda biz hələ zəfərin bu mərhələsinə gəlməmişdik ki, siz ailənizin, bütün el-obanızın yaşadığının hesabına məhz bu separatçılardan məhkəmədə soruşmamışsınız. Amma bir dəfə siz kitab qalibi əyləşmişsiniz ki, kürsüdə. Çünki yaşadıqlarınızın haqqını sorursunuz. Niyə sualını verəbilirsiniz? Ailəniz adına mənim qardaşım Habib bu sualı verir və bu həm də sizin səsinizdir. Və mənim artıq heç bir şübhəm yoxdur ki, bir zaman gələcək ki, biz belə toplanıb çox hörmətli, xatirəsi bizim üçün həmişə əziz olan və Qarabağ müharibəsində mülki insanların çəkdiyi əzablardan danışanda artıq bir simvola çevrilmiş Ələsgər babanında talihindən xəbər alacaq. Buna artıq heç şübhə edərlər. Bugün onun da buna rəhmətlə, isramla, minnətdarlıqla və sevgi ilə yad edirəm. Allah bunun yaşamadığı ömrü sizə, övladlara nə qədər nəsib edəsin. Yaradıcılıq uğurlar arzulayıram. Belə bir tədbirin Kəlbəcərdə keçirilməsini arzulayıram. Təşəkkür ederim. Çox sağ olun, Şərəf xanım. Ələkbər Sönməzin tədbirinə Respublikanın müxtəlif bölgələrindən dəyərli yurttaşlarımız gəlib. Mən növbət sözü əlimə vermək istəyirəm. Digər çevirdən gəlmişsiniz. Buyurun. Mən də qonaqlarımızı salamlayıram, növbət qonaqlarımızı, təbriklərə qoşulan, şairin kitabının təqdimatını mən də təbrik edirəm. Mən bir söz deyim, şairi mən Kəlbəcərdən tanıyırdım, amma şairi Paşqurtdan sonra
30 ildir mən burada yaxın olmuşam. Zailə dost çox yaxın. Yəni söhbət edərəklər bilir. Habib müəllimlə 17 il bu məsələdə çalışırıq. Mən şairin hər dərinliyini, hər yolu mən bilirəm. Şair elə bir insandır ki, ailə kimi ailə baxısı, şair kimi şairin, sadə, təmiz, ondan sonra həqiqət sevən bir insandır. Da biz bir-birə ailə dostluğuna görə deyirəm. Mən şair düzdür, o böyük bir faciə yaşadı, Başbey faciəsini, bunu hamımız bilirik. O faciələri biz də yaşamışıq, amma ona baxmayaraq şair yoxsa dayana bildi. Şair öz yazısını davam etdirə bildi. Allah var eləsin, həmçinin can sağlığı arzulayıram. Mən onu öpürəm, bağrıma basıram, onu bir dostluqla qardaşıyım, o bilir, biz ailə bir dostluq. Mən həmçinin onu sevmişəm, onu o həqiqətlər sevdiyi üçün sevmişəm. Onun ən gözəl varlığının biri, onun gözəlliklərin balasıdır, o balalarıdır. Onlar da həqiqəti, təmizliyi, düzgünlüyü onlarda da görmüşəm. Şair də yazmağını qahama bilir ki, bir Allah vermişdir, bir Allah bunu veribdir. Bu kişiyə harada desən otsa orada onu yazandır. Yəni bizim o faciələrdə ölənlərimiz olub, Bərdədə, Əmniyə çevirdi. O vaxtda onlar da başlasın üstə gediblər, ancaq Nəbi sözündə rəhbər şeylər onlar həkk olunubdur. Allah sizi var eləsin. Gün o görsün ki, Allah onca qüvvət versin, o bir kitabımızın təbliğatını keçirək, hamız yığaq bir yerdə. Sizin dəyərli şairisiniz, dəyərli mənim qardaşımsan, siz çox istəyirəm, özü onu yaxşı bilirsən. Çox sağ olun. Salam ana dağlar, çox illər keçdi, şükür, qismət oldu, yenə gəlmişəm. Gördüyün əvvəlki cavan deyiləm, yetişib bir ahırçisine gəlmişəm. Sönməzəm, pozmaram verdiyim vədi, yaşayıb görmüşəm aydıq nədir? Məkanım olacaq bura əbədi, nəzərdə tutduğum günə gəlmişəm. Şükür bu günlərə göstərməz. Siyahıda mən bayaqları qeyd elədim, ola bilər bəzi yoldaşları yaxşı tanımıram. Siyahı Habil müəllim verib, ona görə səhv düşməmək üçün növbəti sözü Şahlar Həsənova verirlər. Çox sağ olun. Ben de şairi üretim təbrik edirəm. Burada şairin hayatı, yolculuğu hakkında söhbət alındı. Yani ben onu təkrar etmək istəyirəm. Bir başlı belli kimi şair məni həmişə uşaqlıq illərinin xatirəsində qalır. Çünki biz o vaxtı burada qeyd olundu, bu şairin şeirlərini ancaq toy məclislərində işlədik. Daha o zamandan biz onu elə bir şair kimi tanıyırdıq. Yəni o dönem elə bir dövr idi ki, onun yazıları belə geniş təbliğ olunmurdu. Şükür Allah'a ki, bugünkü günlər, yəni bunu belə geniş təbliğ olunur, işlandırılır. Burada əziyyətli olanların hər birine təşəkkür edirəm. Başlı bölümlər adından. Və onlar yeni orada can sağlayır. Sağ olsun. Ben bilirəm ki, darıxmırıq, vaxtımız da var, imkan da var. Növbəti çıxış üçün sözü Natiq Salamova verirəm. Teşekkür edirəm. Ələkbər Sönməzə verilən dəyəri qiyməti, mən başlı belə verilən dəyəri qiyməti onu hesab ediləndir, hamıza verilən bir dəyəri hesab edilir. İstər bir keçmiş döyüşçü kimi, hər qurumcu kimi, istər ilahi mənəvi dəyərlərimizin təmsilçisi olaraq demək istəyirəm ki, şəhidlərimizin getdiyi yol o qədər müqəddəs yoldur ki, bugün biz onun ilahi dəyərlər sırasında ictimai dəyərlərə çevirərək gələcək nəsillərimizə bir örnək qoymalıyıq və bir dövlətimizin də möhkəmliyi üçün bir mənəvi sütunla çevirməliyik ki, bizim şəhidlərimiz həqiqətən də gənc nəslər ən yüksək dərəcəli nümunələrdir. Başlı belə hadisələrinin içində istər vətənpərvərlik olsun, istər qəhrəmanlıq olsun, istər milli mənəvi dəyərlərimizin qorunması olsun, çox böyük dəyərlər sistemidir. Yəni, bu düşmən arxasında rəhmətə gedənlərin, şəhid olanların dəfn olunması Qarabağ müharibəsində çox az görünən hadisələr. Özdə bu mülki şəxslər, əlində silah olmayan bir şəxslər oradan vətənindən gələrkən o əzizlərinin, o cəmaatın o
nəşini yerdə qoymaq istəməməsi, oradan onun dərdindən biraz da vaxtlarını çox sərf edib, onu yerinə yetirərək gəlməsi bu həqiqi yüksək dərəcəli təqdirə aiddir hadisə. Ona görə də müxtəlif yerlərdən müxtəlif qətliamlar oldu. Qaradağlı, Xocalı, Kərkicahan, Bayənə Salim və digərləri oldu. Daşdibel faciəsinin spesifik xüsusiyyətləri var ki, onun içində xüsusi dəyərlər qorunurdur və yaxud dediyim kimi, onun içində qəhrəmanlıq da var, onun içində vətənpərvərlik də var, orada milli mənəvi dəyərlərin ən yüksək dərəcədə qorunması var. Orada gənclərin gedib 113 gün yemək daşıyaraq uşaqlara verməsi var. Orada gedib başqası üçün döyüşüb özünü qurban verən var. Bizim orada milli qəhrəman adı almasa da bizim Daşdibel cəmaatının gözündə bir milli qəhrəman kimi görünən, milli qəhrəmanın Zərdablı əskər Vüqar Abdullayev Vüqar İsaoğlu. O bizim gözümüzdə həmişə Azərbaycan xalqının milli qəhrəmanıdır. Yəni orada döyüşən insanlar hamısı bizim üçün əzizdir. Mən həmişə deyirəm, mən 90-cı ildən 2010-cu ilə qədər əldə olmuşam döyüşçü kimi. Mən deyirəm, bizim kəndin uğrunda mənim döyüşmə imkanım olmayıb. Çünki mən başqa hərbi hissədəyim. Ona görə mən həmişə demişəm, bizim kənddə əziyyət çəkən, zülüm çəkən, bizim cəmaat üçün çalışan, bizim cəmaatın namusunu qoruyan, o gənclərin qarşısında mən həmişə baş əyəm. Onlara çox sağ ol deyirəm. Onları Daşdibel kəndinin fəxri vətəndaşı bilirik biz. Burada bizim İctimai Birliyin sədri Vüqar müəllim də çox qısa təvazökar bir çıxış elədi. Amma bu günləri bizim kəndə getməyimizin, sizin də hamımızın olsa o kəndə gedib hansısa bir tədbir keçirməyimizin səbəbi bax bu insanlardır. İctimai Birliyin sədridir, müavinidir. Orada oturub biz də onlarla birlikdə çiyin-çiyinə çalışaraq cəmaatımıza qabağına düşərək o müəyyən işləri görməsinə kömək edib. Arif müəllimə təşəkkür edirəm, Arif müəllim. Yəni bizim hamımızın əlbir olaraq o işləri görməyimiz olmasaydı, bugün də biz o kəndə gedə bilməyəcəyik. Çünki 12 kilometr yol onun keçilməz vəziyyətdəyik ki, biz öz zəhmətimizlə onu İctimai Birliyin sədri Vüqar müəllim başda olmaq şəxsilə bütün cəmaatının əziyyətinə buyurlar. Yəni burada çox söz demək olar. Daşdibel ədəbi mühitinin yazarlarından Allah rəhmət eləsin. Vəli Süleyman Çiçəkdağlı, Məryəm Küskün, Əli Mirzəyev, Daşdibelli, Allah rəhmət eləsin. Və bugün yaşayanlardan Sönməz Ələslər, Kəlbəcər ədəbi mühitinin böyük insanlarından Müsəyyəb zamanlığında görmək bizim üçün böyük dəyərdir. Yusuf Hüseynə buradan öz salamlarımızı çatdırır. Və rəhmətə gedənləri yenə deyirəm, Allah rəhmətə Ənvər Rıza, Bəhmən Vətənoğlu, Sücət, onlar Kəlbəcəri görmədən getdilər, Allah rəhmət eləsin. Sücət deyirdi ki, canım vətən, axır qaldı niyadamı, görən dağlar saxlayırım sədamı. Görmüş ki, dərd ağladır adamı, dərdə bax ki, mənim dərdim aldı. Ya bundan böyük söz yoxdur. Kəlbəcər mühiti saf insanlar mühitidir. Ona görə bu insanlar sözü cilalayır, söz müqəddəsdir, sözü Quran-ı Kərimdən də, Allahdan da buyurur ki, söz ən müqəddəs, ən böyük dəyər. Ona görə söz mühiti Kəlbəcərdə bu qədər inkişaf edir. Ona görə biz bununla həmişə fəxr edirik, qürur duyuruq və bugünkü gündə bu belə bir məclislərin ərsəyə gəlməsi üçün hər bir çəkən rəsmlərimizdən müstadə insanlara qədər hamısını dərin təşəkkürümüzü bildiririk. Çox sağ olun, var olun və arzumuz budur. İnşallah arzumuz budur ki, belə məclislər Kəlbəcərdə olsun, başı beldə olsun, imkan olsa. Hər birinizə təşəkkür edirəm, var olun, sağ olun. Sağ olun. Allahdan arzu edirəm. Allah şəhidlərimizə rəhmət eləsin və Ali Baş Komandanımıza daha böyük güc versin və biz Zəngəzurda da belə tədbirlər keçirik. İnşallah. Allah böyük güc versin. Yəni, biraz söz danışanda çox uzanır. Bu, Arif müəllim də dedi, Vüqar müəllim də hamısı dedi, bu böyük bir tarixi nailiyyətdir. Biz müsadə müəllim ki, bu böyük bir, elə bir tarixi nailiyyətdir ki, yəni, əgər mən görürəmsə ki,
O cinayətkarlar məhkəmədədir bugün. Onun bugün eləyən var. Yəqin ki, onu gücdərlər edir. Vətənin təntənəsidir və nə yaxşı ki, biz bu günləri. Hə, nə yaxşı ki, bu günləri gördük. Allah sizi qorusun. Çox sağ olun. Sağ olun. Tanrı Kəlbəcərə iki gözəllikdir. Biri təbii gözəllikdir. Yəni, dünyanın hər asfaltlarsa Kəlbəcərdə olan qeyri-adi gözəlliklərin sonra bir də söz gözəlliyidir. İxtisasından asılı olmayaraq, hansı Kəlbəcərliklə söhbət edirsən, sənin sözlə cavablandır. Növbət söz Şahin Əlməliyyədən, buyurun Şahin Əlməliyyədən. Değerli insanlar, özel ziyanlar, bu tərəflərə salamlayıyorum. Birinci əvvəl rəhbərlərinə üzbəniz diyanıdır. Ben Kəlbəcəri Dəmişə Xosu Təbəsi. Babamla səhətmişim sizlərdən, iddialı bənzərlərdən şahidələr. Mən rəhbərlərimin oğluyla, Rüstəmlə, Murovda bir evdə skəlik olmuşum, bir il veya. 2000-ci ildə çox maraqlı bir hadisə olub. Deməli, oradan əsirlikdən elə gəlir uşaq, sonra gəlir, gedir, əlində avtomat ermənlə biz yanmışıq üzbəniz, Gürcistan kəndində. İrandan biz dəfələrdən oldu ki, Rüstəm Bey, biz istəyirəm, keşəfdə sənət keçən bir neçə nəfər öldürüm. Bax, onun gözünün qabağında bu qədər hadisələr olub. Amma yenə də ona söhbət edir ki, inşallah bizim dövlətdir. İnşallah torpaqlarımız azaldığımızda o günü gördük. Təbrik edirəm sizi. İnşallah arz edin, gözəl şehirlər yenə davamlı gəlsin. Biz həqiqətən fəxr edirik Kəlbəcərdən. O dünyanın cənnəti var, bu dünyanın Kəlbəcəri. Biz fəxr edirik Kəlbəcərdən, şairlər yetirən elimiz var. Var olaraq bəyənin, Allah şairlərimizi var, sağ eləsin, rəhmət edənlərə rəhmət eləsin. Və də Şəmişir Ocaqlara Allah rəhmət eləsin. Şamil Əsgərov, var olan ziyanlarımızda fəxr edib qürur duyuruq. Çox sağ olun ki, mən də dəvət etmişsiniz. Sağ olun. Əslində, mən üzr istəyirəm, gərək ilk sözü bu qardaşlarımıza verəydik. O başlı beldə, cəmaatın sağ-salamat qalmağında, o erməni vəhşiliyindən qurtarmağında xüsusi rolları olan iki qardaşımız Nəzari bəylə Müşfiq bəy tədbirdə iştirak edir. Buyurun, söz sizindir, növbə ilə danışın. Hamınızı salamlayıram. Sönməz təbrik edirəm. Allah can sağlığı versin. Sən həmişə sözünü deyib bir kişisən, deyirsən də indi Allah canını sağ eləsin. Mən şair deyiləm, şair təbiətli insan da deyiləm. Mən onun yazılarından danışmayacağım. Bizdə kəlmə onunla mühasirədə qalanda, faciə günü 18-də kağıda bir yerdə olmuş. Deməli, erməni çağının ağzını kəsib, qalmışıq içərdə. Əzov Fazil oturub, bunun bazı qardaşı Elşad, oğlu da bu deydinizə Dəhmazı. Sönməz rəhbər, qızı Tazirə, bir də Əhmədli Xasayda Salə müəllimə tanıyırdı. Bir də Neftçalıdan Ədalət. Kahana içine granat attılar. Yaralandık orada hamımız. Sönmez'e dedim ki sönmez. Ben əsir düşmək istəmirəm. O kəlməni nəyə görə dedim. Bayaqdan hamının əsir etən danışır. Biz əsir düşməmişik. Biz mühasirədə qalmışıq. Əsir bizim torpaqlarımızdır. Biz mühasirədə qalmışıq. Nə zülüm çəkmişik, aç, sus, erməni əsirliyinə düşməmişik. Mən şahidim bölümdə Sönmez Ələkdir. Granatı açmışam, zapalını çıxartmışam. Səhərə kimi o granat əlimdə olub, açıq. Özümü öldürmək istədim ki, əsir düşməyim. Elşadla bərabər, bax, bir o 6 aylı uşaq durumda, təmas. Bir ən təsir edici məqam oldu ki, mən özümü öldürmək istəyəndə 8 yaşı vardı, səhv eləmirəmsə Tazirənin. Avtomatı verdim Sönməzə ki, bəlkə qızını öldürə bilməzsən də. Əsir düşərsən, yeniyərsən, mən əsir düşmək istəmirəm. Elşadla qucaqlaşıb, granatı qarnımıza qoydu. Qız ağlaya-ağlaya dedi ki, ata, mən də öldürüm, əsir düşməyim. Ondan sonra mən avtomat təzdən qaytardım. İndi şükür bu günə şahid. Sənin kitabının təqdimatında iştirak edirik. Yaşayırıq hələ.
torpağımız da azaddır. Biz o şəhidlərin 8-ini dəfn edəndə mən orada olmamışam. O döyüş yoldaşım rəhmətli Vüqarı, Əhliman kişini, 2 də sizin kənddən qadını. O 4-ünü dəfn edəndə mən orada olmuşam. Elə o döyüş yoldaşımı da özüm yorğanı düşmüşəm orada. Şükür bu günəki torpağımız azaddır, o şəhidlərimizi getdik, ziyarət elədik. Və başqa danışa bilmirəm, çox soruram. Sizə uğurlar arzu edirəm. Orada yaşamağı, orada yazıb yaratmağı arzu edirəm. Başlı bel də biz də qonaq gələk olar sizə. Sağ olun. Sağ olun. Mən ədəbiyyatdan kənar qələməm. Təqdirlərin məktəbi girməm. Sən biraz ünlü sayıncı. Mənə bir danışım hədisət olabilir. Özüm əslən gəlin odasında. Mən təqdir edirəm ki, başlı bir kənddə Sönmez Əlişbər şairlə o ağırlı Azərbaycanda yaşamışıq. Bir də qısa bir faktı deyim, ermənilər o vaxt gəldilər, bizim müasir aldılar. Artıq mümkün deyildi bizim uşaqların kim hələ edilməsidir. Habil orada mənə yaxınlaşdı ki, sən bizi gülələ, məni gülələ. Dedim, mən naçısın. Axıra kimi döyüşərdik. Son patron qurtarından sonra bir daha qırarsın, çəkələm hamını. Və Allah'ın böyüyünə şükür ki, sağ-salama çıxdıq. Bir də qısa onu deyim ki, başlı kəndi hamı bir şairlərdir, yazanlar düzdür. Bir də faktı da orada mən onu öz həyatımda təcrübə edim ki, orada hamı bir-birlər seyidlərdir. Həqiqətən seyidlər adına layiqdir. Yəni, niyə? Ona görə ki, bu son döyüş vaxtında elə bir tufan qopdu, külər qopdu ki, Allah'ın bir hissəsi, yəni biz o külərdə o sırada ermənlər tabiyyəti bilməyək çıxdan etdik. Bəlkə ümid yox idi sağlamı qalıb. Yəni biz seyidlərin cəmatı odur. Bir də ki, onu şair təbrik edirəm. Allah gücünə ömür versin. Can sağ olun. Çox sağ olun. Atalarımız deyir ki, süfrənin ayağı başlı olmaz. Məclisdir təbii ki, kim nə vaxt danışmağı, son heç kəs inciləz. Növbət sözü Dədə Şəmşir Ocağının nümayəndəsi Bəhlul burada əyləşir. Çox sağ olun, təşəkkür edirəm. Mən də bugün fəxr edirəm ki, belə bir məclisdə iştirak edirəm. Evlilərimlə, şahidlərimlə, dəyərli adamlarla görüşürəm. Allah şairimizə can sağlığı versin, ömür versin. Şairlər xalqının dərdini ürəyində gəzdirir, boş gününü arzuluyur, həmişə xalqının arxasında oturur. Bizim şairimiz də belə şairlərdəndir. Dədə Şəmşirin bilətində deyirəm, şairlər ormanın, aşıqlar dəsti, siz yazın, yaradın deməyin bəsdir. Şəmşirin ömrünə bir tufan əsdir, soğuqlu güllərim salamaq qalır. Dədə Şəmşir nə gözəl deyir. Şairlər ormanın, aşıqlar dəsti, siz yazın, yaradın deməyin bəsdir. İndi şairimiz həmin şairdir. Yazır, yaradır, demir bəsdir. Xalqımızın keçindədir. Can sağlığı hazırlayıram, nailiyyətdə Allah bana versin. Mənim bölümdə əyləşən, ölçənmədim. Mənim çox sevdiyim bir şairimiz var idi. Dünyadan vaxtı köşdü, məkanı cənnət olsun. Ölçən mənim dahisi idi. Ölçən son vaxtlar blogerik fəaliyyətinə başlayıb, mətbuatda icrası ilə görüşür və çox fəaldır. Kəlbəcərin tərəfində düşünürəm ki, öz yeri var, öz əsəri var. Buyur, Rəşənlər. Çox sağ olun, müəllim. Söz verdiyiniz üçün ilk növbədə təşəkkür edirəm. Məclisimizdə iştirak edən bütün qonaqları salamlayıram, hər birinizi tək-tək bağrıma basıram. Burada kənar bir insanlar yoxdur, hər birimiz əzizik, hər birimiz doğmayıq. Azərbaycanımızın dəyərliləri, dəyərli insanlar var burada.
Biz o birliyi, o əzizliyi, o doğmalığı 44 günlük Vətən Savaşında gördük və mənim həmişə bir arzum var, diləyim var. Tanrı bu birliyi heç zaman sarsıtmasın. Biz hər zaman biri-birimizə belə can deyək, can eşidək və bir yumruq ətrafında can olmalıyız. Bu bizim amalımız olmalıdır, bu bizim ondan sonraki təbliğatımız, təşviqatımız olmalıdır. Hər birimiz dövlətimiz üçün, dövlətçiliyimiz üçün və bu gün əldə etdiyimiz zəfəri qoruyub, saxlamaq üçün çalışmalı, Cənab Prezidentə dəstək olmalıdır. Allah şəhidlərimizə rəhmət eləsin, Allah qazilərimizə can sağlığı versin, yaradan özü ordumuzu qorusun. Bugün əldə silah vətənimizin keşini çəkən əskərimizi, zabitimizi qorusun. Mən inanıram ki, bizim zəfərlərimiz davam edir. Cənab Prezidentin rəhbərliyi ilə biz Zəngəzurda, Göyçədə tədbirlərimizi edib, orada bayraqlarımızı dalğalandıracaq sizlərlə birlikdə. Bugün biz dəyərli ağsaqqalımız, Sönməz Ələkbərin, dəyərli ziyarımız, şairin işığına, onun ocağının ətrafına yığışmışdır. Mən Allahdan ömür diləyirəm. Kəlbəcərdə o məşəqqətli günlərdən sonra könül dolusu yaşayıb, yazıb, yaratmağı, ən azından o acı günləri unutmağı bacaracaq qədər Allah ona ömür versin, o torpaqda, Başlıbel kəndində, Kəlbəcərdə yaşasın. Bizim dəyərli ziyalılarımız, dəyərlilərimiz öz sözlərini dedi, ürək sözlərini dedi. Şairin sözü böyükdür, şairin sözü nəsihətdir. Şairlərimizin sözü gənclər üçün, yeniyetmələr üçün hər zaman öyüd olur. Bəzən istəmirsən birini bir tənqid edəsən, bəzən istəmirsən birinə bir yerini göstərəsən. O şairlərimizin bir bənd şeirindən, bir sətrindən istifadə edərək sən o insana həddini bildirmişsən. Şairlərin qələmi hər zaman bizlər üçün, Azərbaycan gəncliyi üçün, o sözləri duyub anlayanlar üçün öyüd olub, nəsihət olub. Bugün də belədir, bugün də bu cür davam edir. Sönməz Ələkbər yaradıcılığı, onun qələmi bizi hər zaman həddimizi bilməyə, yerimizi bilməyə və dövlətə, dövlətçiliyə, xidmətə, layiqlə xidmət etməyə şair. Mən burada kitabı vərəqlədim. Şairimizin vətən həsrəti, yaşadığı o acılar, o məşəqqətli günlər, hər birisi burada yer alır. Və bunların içərisində mənim diqqətimi daha çox cəlb edən bir şeir var. Məndə şeir deməzdim, öyüd var, nəsihət var. Narkomaniya ilə mübarizəyə qarşı. Bu, şairin uzaq görənliyi, Azərbaycan gəncliyini necə sağlam görmək istəməsi, Azərbaycan gəncinə, gəncliyinə verdiyi dəyərdir. Bu günləri dövlətimiz, bizim Daxili İşlər Nazirliyinin heyəti bununla çox güclü mübarizə aparır və şair öz kitabında burada ona yer ayırır. Biz sağlam gələcək yetişdirməliyik, sağlam gənclik yetişdirməliyik və hər birimiz dövlətimizə sadiq, sağlam, düşüncəli vətəndaşlar olmalıyıq. Mən şairimizə təşəkkür edirəm. Bu kitaba görə bu ikinci təqdimatıdır, mən iştirak edirəm. İnşallah növbəti təqdimatları Kəlbəcərdə olacaq və biz Kəlbəcərdə şairimizin işığına toplaşacaq, Başlıbel kəndində. Mən xüsusilə Başlıbel Nazirliyinin idarə heyətinin sədrinə və o kəndin bütün sakinlərinə təşəkkürümü bilirəm, bir Kəlbəcərli kimi. Sizin gördüyünüz işlər çox böyük bir işlərdir. Bir kəndin işi deyil, bir ilin və bir Kəlbəcər üçün böyük işlər görürsünüz, böyük təbliğatlar aparırsınız, böyük təşviqatlar aparırsınız. Başlıbel faciəsinin işıqlandırılması, onun dünya üzərində tanınması, təbliğatı bu çox böyük bir işdir, sıradan bir iş deyil. Böyük işlər görürsünüz, mən buna görə sizin ictimai birliyə, sizin rəhbərliyinizlə Vüqar müəllim və bütün kollektivimizə dərin təşəkkürümü bildirirəm. Dəyərli Ələkbər müəllim, Allah sizi qorusun, Allah sizə ömür versin. Sizlər bizim əzizlərimizsiniz. Burada oturanlar hər biri bizim əzizimizdir. Mən böyüklərdən çox üzr istəyirəm. Gənclərin ağsaqqal yanında söz deməsi bizim üçün qəbahətdir. Yəni, həddimizi bilməliyik, yerimizi bilməliyik. İlham müəllimə mən təşəkkür edirəm, Cabir Umudu yad elədi. Bağban Umudun övladı, Allah ruhlarını şad eləsin. Kəlbəcərimizdə hər kəs yazır, hər kəs yaradır. Vətən həsrəti də hər birimizi şair edir.
bəzən cızmaqara elir, deyirlər şairsin deyirəm, vallahi utanıram, mənə şair deməyim. Mən şair deyirəm, sadəcə niskinimizi, belə deyim, kağıza köçürmüşük. Bunu bizə bu 32 il yaşadığımız acılar, o həsrət, o vətənin, yurdun həsrətini çəkmək hər birimizi söz adamı edib, hər birimizi aşıq edib, hər birimizi şair edib, analarımız, nənələrimiz, bayatı, ağsaqqalarımızın ulu, dəyərli sözləri bizlər üçün elə bir məktəb olubdur. Hər birimiz oradan götürüb, görüb yararlanmışıq. Buradakı dəyərli şairlərimizdən Mirzə Yasamallı, Namik Dəlidağlı, Sönməz Ələkbər adlarını çəkmədiyimiz bizim yüzlərlə Kəlbəcərin yazarlarını görüb götürmüşük. Bir daha var olun bu tədbir üçün, bu tədbirdə əziyyət əməyi keçən hər kəsə könül dolusu təşəkkür edirəm, dəyərli ağsaqqalımıza uzun ömür diləyirəm. Var olun. Məclisimizdə Ələkbər Sönməzin gənclik dostu iştirak edir. Həbib Nəvroğlu qeyd edeyim ki, Həbib kişi həm də Kəlbəcərin böyük söz ustası şairlərinin olur. Buyurun. Bugün mən ən sevindirici bir gündür. Ona görə ki, 32 il bundan qabaq itirdiyim ən yaxın dostumu bugün görürəm. Deməli, Kəlbəcərdə mən Ələkbərlə çox yaxın olmuşam, dost olmuşum. Elə gün olurdu ki, 2 gün, 3 gün belə ara verəndə nəqran olurdu ki, görən nə oldu, Ələkbər görüşmədi, belələri. Talih belə fəlaq quran tora düşən, el yürüsə aça bilməz. Heç kim talih yazsın, uzaqlaşıb qaça bilməz. Talih bizə aiddir. Bu köşkünlük, bu qaşqınlıq bizim talihimizə yazılmışmış. Elə bir faciə biz yaşadıq ki, qohum qohumdan, qardaş qardaşdan, dost dostdan aralı düşdü. Azərbaycanın 65 rayonu var. Demək olar ki, o rayonların hamısını səfərləndi. Hamısı bir-birindən əl-ələ saxlaya bilmədi. Mən rayonda olanda elə şair olmasam da elə aradan bir qələmi götürüb şeirizat yazırdım. Bir müəllim vardı, dedi ki, orada müəllimlərə şeir yazırdım. Dedi ki, indi yenə yazırsan, Bakıda rastlaşdıq. Dedim, indi də yazıram. Dedi, nədən yazırsan? Dedim, götürüb qələmi hərdən kağıda yazıram. Yazanda kimdən yazıram? Dərslərimi köçürdürəm kağıda. Düşünməməm ki, səndən yazıda kötədim. İtirdim yurdumu, itirdim eli, doğmanın doğmaya yetmədi əli. Sızlayır qəlbimin o nazik yeri, o dara çəkilmiş sinəyə. Taliyə nisbət gəldi, düşmandı daşa, arzular xoş oldu, əl çıxdı boşa. Mənəsiz ömrü yetirdik başa, kədərdən, sədən qəlbən yazar. İndi başımıza elə bir faciə gəldi ki, mən sonralardan eşitdim ki, Ələkbərin çox doğmaları qalıbdı. Başı bir faciəsi olubdu. O arada da soruşurdum. Bizim çox yaxın münasibətimiz olub, amma mən Ələkbəri soraqlamışam. O Kəlbəcərdə olanda bana bir 7-8 şeir yazmışdı. Bana elə önəm vermişdi ki, o şeiri okuyan çalışırdı ki, mənimlə bir dostluq. Sonra bu yaxınlarda tanış olanda soruşdum ki, o Kəlbəcəri tutdular topu ateşinə, o snaryadan biri düşdü bizim evə. Biz sənətlərimizi də götürəlmədik. Soruşdum ki, qardaş, o mənə yazdığın şeirdir, dedi, yox. 93-cü ilə yazdığım bütün o külliyatı erməni yazdırdı. Bu Ələkbərin indiyə qədər çıxan kitabları, bu yazdıqları 93-dən bəridir. Bəlkə də orada 2-3 o gənc vaxtından yazmaya başlamış, şeir yazırdı. 32 ildən sonra bizim ömrün bahar vaxtı bir-birdən ayrılmışıq, bu sində də görüşürük. Deyil qardaş, ömrün bahar, payız, qışı var.
yaya, payız qışa tələsir. Günlər qatarlanır, sürətlə gerir, zaman keçir, ömür başa tələsir. Bu dünya hökmdar, bəndə də əsir. Həyat qanununa nə edər təsir? İnsanın ömrün doğruyur, kəsir. Gecə, gündüz bizcə boşa tələsir. Ömür gedir, zaman gedir, dayanmayır bir anda. Gələn gelir, kim qalıqdı cahanda. Ömrün sonu axır sönanda. Əksin ismin o da daşa tələsir. Ömür nə cür gəldi, getdi, mən bilmədim. Bu sində görüşürük, qardaş, 32-dən sonra. İndi Allah Taala sana ömür versin. Mən çox nəgiran idim, sizi izləyirdim, həmişə izləyirdim. Bax, bu sizi qoyurdu internetdə, həmişə yazırdım mesaj. Yazırdım ki, mənim qardaşımı axtarıram. Harc olmuşdu, yeri maddi. Amma cavab çıxmır. Sonradan elə internetdə, o YouTube-da zatda sənin şeirlərin səslənirdi. Orada axır ki, bir əlaqə yaradıb, sizi axtarıb tapmışam. Deyir ki, insan tərifləyib özünü öyməz. İnsana qiyməti el baxıb verir. Elin gözü sərraf bir tərəzidir. Yaxşını, yamanı tez baxıb görür. Sən Kəlbəcərdəkən də elin qiymətin, elin hörmətin qazanmışdın. İndi də mən sizi soraqlayırdım, elə harada soruşurdum ki, mənim başlı birdən bir Ələkbər adlı qardaşım var, onun yerini sırası deyirdilər ki, Sönməz Ələkbər. Demək, adın məşhurlaşır. Sana uzun ömür, can sağlığı arz edirəm. Bugün də mən çox, nətəliyim, əlamətlər gündür, 32-dən sonra dəyərli qardaşımı tapdım. Allah da ömür versin, kitabın sahibi 15 olsun, gələcək nəsillərə töhfə qalsın, yaşasın. Şiir yazırlar, internetə baxıram, şiir yazırlar. O şiiri yazan adamlar yazdığı kağızda qalır, özü üçün olur. Amma şiir var, dillərdə gəzir, əzbər olur. Sənin şiirlərin o dillərdə gələn əzbər şiirlərdəndir. İndi mən sonradan bir şey eşitdim, əvvəl bir şiir yazmışdım, o gəldi mənə çatdı, getim deyirəm. Deyir, mənim yaradandan bir diləyim var. Harada erməni var, güllüyə gəlsin. Elim qaysın, doğma yurduna, dostu məmlükədə milliyə gəlsin. Allah Taala sana uzun ömür versin. O TikTok'da bir şey koyurlar, deyir ki, ömür keçir, fəsil, yazın ayrı ləzzəti var. Kim istəməz 100 yaşasa, 100-ün ayrı ləzzəti var. Bu 100 yaşı arzu edirik. Allah Taala ömür versin, o 100 yaşı nəvə nəticə görəsən. Amma 100-ün eləmən elə gəlir ləzzəti yoxdur. Mən orada bir yorum yazdım ki, bürüncəyə bürünməyin, belin qamət əyri görünməyin, əldə əsas sürünməyin, yüzün hansı ləzzəti var? O yazmışdı ki, qardaş, düz deyirsən. İndi Allah Taala sana ömür versin, 100 yaşayasan, kitablarını da sayın bir 10-15 edirsən. Bugün mən buraya gələndə durumum yaxşı deyil. Bəlkə də bu dəqiqə 190 azı təzyiqim var. Allah çox Amma mən gəlməli idim. Nasikada da gəlsəm, 32 ildən sonra dostluq qardaşı tapmışam. Bu mənə şeirlə davət edir məni. Mən cavab yazdım, göndərdim ki, qardaş, sənin davətinə, səsinə dayanmaram, qaça-qaça gələrəm. Yolumu bağlasa, maniyə bir sən, bir quş olub, uça-uça gələrəm. Nəzərə almaram durumu yaxşı, həyat yollarında deyirəm naşı. Çaparam qəyanı, çaparam daşı, özümə yol aça-aça gələrəm.
Dost yolunda boran olar, qar olar. Dar ayaqda dost yetişər, var olar. Dost sevilər, düşman baxıb kör olar. Çətin yollar keçə-keçə gələrəm. Allah Teala sana ömür versin. O gün olsun ki, sənin o təzə kitablarının təqdimatını Kəlbəcərdə keçirdək. İnşallah. Səbrinizə görə hər birinizə minnətdara çox sakit, çox gözəl bir məclis keçirir və Fazıl mənim. Fazıl mənim. Fazıl. Mübariz bəy, növbət söz sizin. Hadım mənim şəhrini verib. Özdə Yəqin gelirsən. Mətləb mənim. Mətləb mənim. Çok sağ olun efendim. Bana söz verip teşekkür ederim. Gelen yoldaşları, konakları, evlilerimizi, kafeterleri, almış, salamlayacağım. Hamdülillah teşekkür ederim. Sönmez rehber kanım doğuma emin oldu. Emin kalıp orada. Gün o gün olsun diye sonunda kalıplarından, onun şanısından, sonuçta tapılmazsa biz görevimize nasıl olsun. Əlbəttə sönmədən olur. Sən təbrik edir. Sənə uzun ömür, can sağlığı arzu edirəm. Arzu edirəm ki, o növbəti kitabların təqdimatını Kəlbəcərdə keçirək. Allah Teala yenə sənə uzun ömür versin, can sağlığı versin. Yeni yaradıcılıqlar arzu edirəm sənə. Sağ ol. Rəhbər sönməz yazır ki, doğayın, yandırıqlar ağacların. Yerində gül əkin, edam olmasın. Dünya süt istəyir biz insanlardan, qoymayaq, dünyamız viran olmasın. Allah'tan arzu edək ki, bundan sonra doğma Azərbaycanımızda süt olsun, müharibə olmasın, analar gözü yaşlı qalmasın, şəhidlərimizə qəni rəhmət, qazilərimizə can sağlığı. Və ataların bir söz də var, Ağsaqqal sözünü axıra saxlar. Səbəbkar ürək sözünü desin, ancaq qalxmadan, yerində yok, sayılmamında bilir ki, rahatsızlıklar var. Eşkes burada hamısı olmalı. Otur. Hörmətli yoldaşlar, əziz bacılar, qardaşlar, xoş gəlmişsiniz. Hər birinizi salamlayıram. Bugün qaytara bilseydim keçən günləri kitabının təqdimatında mənə göstərdikləri köməyə görə Azərbaycan Yazıçılar Birliyinin sədri hörmətli Anar müəllimə, hörmətli Rəşad müəllimə, hörmətli İlham Məmmədliyə öz təşəkkürümü bildirirəm. Bu azadlığı bizə bəxş edən şəhidlərimizə Allah rəhmət eləsin. Qazılarımıza can sağlığı versin, ordumuzu qorusun, xalqımızı qorusun, Cənab Prezidentimizi qorusun. İndi məni ən çox sevindirən odur ki, bu unudulmaz gündə sizlər tək sevimli, dəyərli insanlarla bir yerdə olmalımdır. Bundan gözəl mənim üçün nə ola bilər? Etdiyiniz təbriklərə görə, söylədiyiniz xoş sözlərə görə, vaxt ayıb gəldiyinizə görə hər birinizə səmimi qəlbdən öz minnətdarlığımı bildirirəm. Hər birinizi bağlı-bağlasın. Bu tədbirimizi işıqlandıran Ürüş Formu, Zahar Aktifonu da öz təşəkkürümü bildirirəm. İndi mənə şəhər deyir. Amma bir iş. Şair olmaq çətindir. Ona qabiliyyət gəlir. Yazdığı hər misraya yetirsin diqqət gərək. Sabah çıxanda elə, düşəcək əldən elə, hər sözə qayğı ilə çəkəsən zəhlət gərək. Qələmi aldın ələ, fikrini gəl elə, bəyənib qiymət ver, buna cəmiyyət gərək. Hər yerdə hörmət qoya, görəndə ham saya, üzündə ağır, həya, qanında qeyrət gərək. Sönmədən salsın yazar, nəyə çəkələr sana?
daşıdığı bu ada eyləsin, hörmət gerək. Şair olmaq çətindir, ona qabiliyyət gerək. Mən sevimli oxucularım, ləyaqət qəstəniz bu kitabda var. Haqsız işlər burada yer tuta bilməz. Ədalət qəstəniz bu kitabda var. Yazanda taparsa söz dəyərini, heç zaman itirməz öz dəyərini. Oxuyub görərsiniz siz dəyərini. Keyfiyyət qəstəniz bu kitabda var. Qiymətin itirməz heç vaxt yaxşı söz. Kənar qala bilməz izləyəndə göz. Yalan ayaq tutar geriyə bilməz. Həqiqət dəstəniz bu kitabda var. Sönmədən, yazıram qəlbimdə quyruğu. Anaya, vətənə, millətə, dövlətə sayğı. İnsanlara qarşı layaqət, qayğı, mərhəmət dəstəniz bu kitabda var. Harada görsəmdir hası düşləri. Baxa bilməyəm, görəcək çəkir. Çox vaxt ədalət tapılan satılır, əyrinin yerinə güzələr çəkir. Nəyə çəkirlər məni gör? Ayağımın altından sanki qaçır yer. Çağırıb deyirlər, gəl ifadə ver, yalan danışanda söz adam çəkir. Sönmənəm, etdiyin səhvi biləndə, başını əyirsən onu görəndə, sabah bu insanla qarşı gələndə, utanır, qızarır, üzəcək çəkir. Ocaq sönən zaman kəsilib tüstü, külək əsib gəlir, kül yerdə qalmır. Nə qədər gizləsə gizlər keşkədə bir günüzə çıxır, sir yerdə qalmır. Elə qurulur bu ömür yolumuz. Onu dəyişməyə çatmaz zorumuz. Bir evdə böyüyən uşaqlarımız evlənir, ayrılır, bir yerdə qalmır. Sönməzəm, həmişə püstü oldu yola. Doğrular heç zaman gəlməz zabala. Günahsız insana şər atmamalı. Özünlə düşərsən, şər yerdə qalmır. Qocalmışam, illər məni qorubdu. Yaxşı günüm, yaman günüm olubdu. Görüləsi çox işlərim qalıbdı. Çalışıram, ömür başa getməmiş, tamamlayın dünyadan getməmiş. Nəyim varsa, nəzərimə gətirim, keçirim, görüm necə alınacaq seçirim. Olanları dəftərimə köçürüm, yaddaşımdan silinməmiş, itməmiş, tamamlayın bu dünyadan getməmiş. Bu həyatda görmüşəm sənələri, millətimə kimlər vurdu zərəri. Şəhv gələyib getməliyəm rəli, zaman üstün malalayı örtməmiş, tamamlayın dünyadan getməmiş. Gün gələcək, görməyənlər günü, sənmən deyir oxuyacaqdır. Zirbələrə doldu gədənizimi, davam edib, püllər gəlib ötməmiş, tamamlayın dünyadan getməmiş. Sular axar, geri dönməz, yol gedər. Dəryalardır, dənizlərdir son geri. Bu dünyada günümüz hər şeydir, əbədəlik bu gözlərdir son geri. İnanmayın yalançı yerim güzləsin. Elə yerdə durun, sizi görməsin. Şüphələnə, izlənliyim bilməsin. Hara gəlsə o illərdir son geri. Sönməz, bugün köçəcəkdir dünyadan. Sevilirsə, unudulmaz heç zaman. İnsanların ürəyinə yol tapan, yazdıqlarım sözlər son yeri. Diqqətinizə görə hər birinizə təşəkkür ederim. Əgər uslanmadığıma görə də hər birinizə Göz yaşa. Bir daha mən də hamınıza təşəkkürümü bildirirəm. Var olun, bu əbədi sözü ilə Sönməz müəllim rəhbər Sönməz Kəlbəcərdə həyatın davam edir. Maşallah. Maşallah.
Canın sağ ol. Amin. Salam dəyərli izləyicilərimiz. Biz bugün 30 aprel 2025-ci il Azərbaycan Yazıçılar Birliyində Şair Sönməz Ələkbərin yeni kitabının təqdimatı mərasimində iştirak elədik. Bugünün bu kitabın elə bil ki, təqdimatından əlavə belə deyək ki, bugün şairin 113 gün mühasirədə qaldığı Başlı Bel kəndində 2 nəfər qəhrəman, yəni orada 4 nəfər götürmək olardı, qəhrəman vardı. Allah vüqara rəhmət eləsin. Müzahim də bugün burada iştirak eləyə bilmir. Mən məzahiri belə təqdim eləyim ki, məzahir Tərtər çayının keçirilməsində, o cəmaatın oradan xilas olmasında böyük əməyi var. Müşfiq də onu kimi, Müşfiq də çox əziyyət olubdur. Müşfiq mənlə hətta ermənilər gələndə bir yerdə olmuşuq. Mən Müşfiqə dedim ki, Müşfiq biz erməni əsir düşməyək, bizi güllələ. Müşfiq onu eləmədi. Bugün ona şükür eləyir. Deyir ki, bəlkə də o vaxtı başqa şey olardı. Burada fəxr edilməsi bir nəfərimiz də var ki, Salahov Natiq. Salahov Natiq 20 ildən çox cəbhədə döyüşübdür. Yəni o çətin günlərdə cəbhədə döyüşübdür. Bugün adı sanı olmasa da, amma özü yanımızdadır. Haqq öz yerini tapacaqdır. İnşallah ki, bir gün haqq özünün yerini tapacaqdır. Əli müəllimi də yaddan çıxartmaq olmaz. Əli müəllimdəki faciədə iştirak eləmiş, Əli müəllimin tunel faciəsində belə götürəndə bugün Kəlbəcərin ən o faciə yaşayan insanlar buradadır. Mən bunların hər birini salamlayıram. Uca Allahdan arzu edirəm ki, növbəti görüşümüz Kəlbəcərdə olsun. Mənasız söz deyənlər sözü dəyərdən salır. Süni boya çəkənlər üzü dəyərdən salır. Yoldaş olub onlara, qoşulub çıxman yola, əyrillər sonda bala, düzü dəyərdən salır. Sönməz deyir sözünü, xalqa tutur üzünü, insan var ki özünü, özü dəyərdən salır. Sağ olun.